Gənclər salam, hər birinizi xoş gördük. Mən Simel Tədris Mərkəzinin məntiq müəllimi Leyla Məmmədli. Bu gün sizinlə kursumuzda keçirilən sonuncu sınaq imtahanının məntiq suallarının izahına baxarıq. Belə ki, başlayaq 46-cı sualdan. Sualın şərtində yazılıb ki, Ləman, Mahir, Kənan, Nicar, Gülay və Tamerlan adlı uşaqlar öz aralarında verilmiş qaydalara uyğun oyun oynayırlar. Tamerlan gözünü yumur və digər uşaqlar ancaq həyətdə dayanmış 7 müxtəlif rəngli avtomobilin yanında gizlənə bilərlər. Belə ki, Ləman göy rəngli, Gülay ağ rəngli, Nicar qara rəngli, Kənan sarı rəngli və Mahir yaşıl rəngli avtomobilin yanında gizlənir. Məsələnin ardını oxumamışdan əvvəl, məsələ üçün biz bilirik ki, cədvəl seçməliyik və bu məsələ bizə tipik ovçu məsələsindən tanışdı əslində. Sadəcə olaraq şərt təklif edilib, amma qayda olaraq eyni qaydalar olacaq. Belə ki, Ləman göy rəngli avtomobilin yanındadsa, biz elə Ləman adında göy rəngli avtomobiləm, Gülay ağ rəngli avtomobildə, Nicar qara rəngli avtomobildə, Kənan sarı rəngli avtomobildə, Mahir isə yaşıl rəngli avtomobildədir və 5 uşaqda 7 maşın var. Digər yerdə qalan 2 boz və nazik rəngli avtomobillərin isə hələ ki ətrafı boşdur, yəni birinci gedişdə. Deməli, hər bir uşaq yerini yalnız Tamerlan onun gizləndiyi yeri istiqamətlənəndə dəyişir. Uşaq digər uşaqların gizləndiyi yeri keçə bilməz, yəni bir avtomobilin yanında yalnızca bir uşaq ola bilər. Uşaqlar özünün axırıncı tərk elədiyi yerə qayıda bilməzlər və Tamerlan ilə yerini dəyişə bilməzlər. Yəni, Tamerlan hansı avtomobilin yanından çıxıbsa, uşaqlar həmin avtomobilin yanında həmin dəqiqə gizlənə bilməzlər. Və gizlənmə imkanı olmayan uşağı Tamerlan tapır və oyun başa çatır. Belə ki, Tamerlan birinci gedişdə narıncı avtomobilin yanındadır. O zaman biz narıncı avtomobilin yanına yazaq Tamerlan. İkinci gedişdə Tamerlan yaşıl avtomobilin yanına gəlirsə, biz o zaman Tamerlanın adını yaşlı avtomobilin yanına yazaq və yaşlı avtomobilin yanında olan M, yəni Mahir, yaşlı avtomobilin yanından çıxmalıdır və hansı avtomobilin yanı boşdursa ora gəlməlidir. Biz baxırıq ki, göy avtomobilin, ağ avtomobilin, qara avtomobilin, sarı avtomobilin ətrafı doludur. Və narıncı avtomobilin yanından Tamerlan indi çıxdığına görə Mahir burada gizlənə bilməz. Deməli, Mahir gizlənəcək boz avtomobilin yanında. Çünki boz avtomobilin ətrafı boşdur. Gəlirik 3-cü gedişə. Tamerlan 3-cü gedişdə göy avtomobilin yanındadır. O zaman Tamerlanın adını yazaq göy avtomobilə və göy avtomobilin yanında olan L, yəni Ləman buradan çıxmalıdır. Ağ avtomobilin yanı doludur, qara doludur, sarı doludur. Yaşlı avtomobilin yanında gizlənə bilməz, çünki Tamerlan buradan indi çıxıb. Boz avtomobilin yanı doludur və narıncı avtomobilin yanı boşdur deyə Ləman burada gizlənə bilər. 4-cü gedişdə qaranın yanındadır. Biz baxırıq ki, Tamerlan 4-cü gedişdə qaranın yanında olarsa, qaranın yanında olan N, yəni Nicar buradan çıxmalıdır. Burada gizlənə bilməz, çünki Tamerlanın indi çıxdığı yerdə dərhal gizlənə bilməz. A avtomobilin yanı doludur, sarının yanı doludur. Baxırıq ki, yaşlı avtomobilin yanı boşdur. Nicar burada gizlənə bilər. Digərləri də doludur. 5-ci gedişdə ağ avtomobilin yanına gəlir Tamerlan. Tamerlanın adının qarşısına ağ avtomobili yazırıq. Baxırıq ki, ağ avtomobilin yanında olan G, yəni Gülay, hansı avtomobilin yanında gizlənə bilər? Göy avtomobilin yanında gizlənə bilər. Burada gizlənə bilməz, digərləri də doludur. 6-cı gedişdə sarı avtomobilin yanına gəlir. Tamerlan adının qarşısına sarı avtomobili yazırıq və burada olan K, yəni Kənan buradan çıxmalıdır. Kənan göy avtomobilin yanına gələ bilməz, ağ avtomobilin yanına gələ bilməz, qara avtomobilin yanına gələ bilər. Çünki bura boşdur, digər yerdə qalanlar doludur. 7-ci gedişdə yenidən qaranın yanına gəlir. Tamerlan adının qarşısına yazırıq qaraya və K buradan çıxmalıdır. K ağ avtomobilin yanına gələ bilər. Bura boşdur, yerdə qalanlar isə yenidən doludur. 8-ci gedişdə bozun ətrafını yoxlayır. Tamerlanın adının qarşısına yazırıq boz avtomobilə və burada olan M, yəni Mahir yenidən buradan çıxmalıdır. Bura doludur, bura doludur, bura gizlənə bilməz, bura boşdur. Mahirin adını buraya yaza bilərik. N doludur, L də doludur. Və sualın sonuncu şərtində deyilir ki, Tamerlan 9-cu gedişdə hansı uşaqları tapa bilər? Bizim əlimizdə belə bir cümlə var ki, deməli, uşaqlar özünün axırıncı tərk elədiyi yerə qayıda bilməzlər. Yəni, təkrar olaraq, əgər bir uşaq hansı avtomobilin yanından çıxıbsa, yenidən həmin avtomobilin yanına dərhal qayıda bilməz. Biz o zaman baxırıq ki, məsələn, 9-cu gedişdə Tamerlan bu avtomobillərdən hansını yoxlasa, hansısa uşağın tapılma ehtimalı daha çoxdur. Məsələn, Tamerlan göy avtomobilin ətrafını yoxlamış olsaydı,
Buradan C, yəni Gülay buradan çıxmalıydı. Gülay gizlənməlidir qara avtomobilin ətrafında. Çünki bura boşdur. Biz baxırıq ki, Gülay daha öncə qara avtomobilin ətrafında olmayıb. Deməli, e, yəni Gülayı belə deyək, Tamerlan tapa bilməz. O zaman biz Gülayın adının olduğu 5 rəqəmini variantlardan çıxmalıyıq. Yəni A variantına Y variantını silərik. Digər tərəfdən məsələn, baxaq, Tamerlan ağ avtomobili yoxlasa nə baş verər? Ağ avtomobili yoxlasa K, yəni Kənan buradadır. Kənan buradan çıxıb qara avtomobilin yanında gizlənə bilər. Diqqətlə baxsaq, Kənanın sonuncu dəfə çıxdığı yer həqiqətən də qara avtomobil olub. Yəni 6-cı gedişdə Kənan qara avtomobilin yanında olub, 7 və 8-ci gedişlərdə ağ avtomobilin yanında olub. Yenidən ağ avtomobilin yanından gedib qara avtomobilin yanında gizlənsə, yəni özünün axırıncı tərk elədiyi yerə qayıtsa, deməli Kənan Tamerlan tərəfindən tapılacaq. O zaman bizim düzgün cavablarımızdan biri olacaq 3. Beləliklə B variantında çıxarıq. Qaldıq C və D variantlarının arasında. Növbəti olaraq baxaq, məsələn, əgər Tamerlan sarı avtomobili yoxlasa, burada olan Mahir çıxmalıdır. Mahir çıxsa nə baş verər? Mahir çıxsa qara avtomobilin yanında gizlənməlidir və biz görürük ki, qara avtomobilin yanında daha öncə Mahir heç gizlənməyib. Yəni, Mahiri Tamerlan həmin vaxtda tapa bilməz. Bunu da silirik. Gəlirik növbətini yoxlamağa. Məsələn, Tamerlan yaşlı avtomobilin yanına gəlsə, yəni Nigar buradan çıxmalıdır. Nigar buradan çıxıb qara avtomobilin yanında gizlənə bilər. Qara avtomobilin yanında gizlənsə əgər, diqqətlə baxsaq, daha öncə Nigar ilk 3 gedişdə qara avtomobilin yanında olub, qara avtomobilin yanından çıxıb 4-cü, 5-ci, 6-cı, 7-ci, 8-ci gedişlərdə olub yaşlı avtomobilin yanında. Yenidən yaşlı avtomobilin yanından çıxıb qara avtomobilin yanına qayıtsa, Nigarı Tamerlan tapacaq. O zaman bizim düzgün cavabımız olacaq 3 və 4. Yəni D variantı. Və belə bir şey də qeyd eləyək ki, biz burada belə deyək, bütün avtomobillərin ətrafını bir-bir yoxlamaqla Tamerlanın hansı uşaqları tapa biləcəyini bu şəkildə tapa bilərik. Amma daha qısa versiyanı eləmək istəsək, biz baxırıq sualın şərtinə ki, məsələn, tutaq ki, biz göy avtomobilin ətrafını yoxlayırıqsa, o zaman göy avtomobilin yanında gizlənən uşaq yalnızca qara avtomobilin yanına gələ bilər. Çünki ora boşdur. Və yaxud biz başqa bir avtomobili, yaşlı avtomobili yoxlasaq, yenə yaşlı avtomobilin yanında olan uşaq qara avtomobilin yanına gələ bilər. Yəni bizim hal-hazırda boş yerimiz budur. Və biz bilirik ki, bir uşaq, bir şagird özünün axırıncı tərk elədiyi yerə qayıda bilməz. Deməli, bizim cavab variantımız, yəni daha sürətlə işləmək istəsək, baxırıq ki, qara avtomobilin ətrafında daha öncə olan kimlərdirsə, onlar elə bizim düzgün cavablarımızdır. Çünki N və K, yəni Nigarla Kənan qara avtomobilin ətrafında daha öncə olublar. Növbəti dəfə də burada olsalar, demək ki, həqiqətən də Tamerlan tərəfindən tapılacaqlar və oyun başa çatacaq. Elə biz həmin burada baxdığımız hissəyə uyğun olaraq da cavabı 3 və 4 şəklində vura bilərik. Davam edirik 47 nömrəli sualla. 47 nömrəli sualda yazılıb ki, Həcər və Məsəddən ən azı biri qara geyinib, Şəms və Məsəddən biri qara, digəri isə ağ geyinib. Bu məlumatlar əsasən aşağıdakılardan hansı tamamilə doğrudur? Bizim burada diqqətli olmalı olduğumuz ən əsas hissələrdən biri nədən ibarətdir? Gəlin burada adları qeyd eləyək. Birinci, Həcər, Məsədi, bir də Şəms. Bizə bilirik ki, xanımlardan biri ağ geyinib, biri qara geyinib. Sadəcə olaraq hansıların ağ, hansıların qara geyinib biz yoxlamalıyıq. Bizim əlimizdə burada ən azı biri qara geyinib cümləsi verilib. Ümumiyyətlə, bir cümlədə ən azı sözü varsa, bu o deməkdir ki, məsələn, Həcər qara geyinibsə, Məsəti ağ geyinər. Digər tərəfdən, Həcər ağ geyinibsə, Məsəti qara geyinər. Diqqətlə baxın, ən azı xanımlardan biri qara geyinib və bunların hər ikisi də qara geyinə bilər. Əgər cümlədə ən azı sözü varsa, bu o deməkdir ki, ikisinin də qara geyinmə ehtimalı var. Amma ola bilməz ki, ikisi də ağ geyinsin. Bizim o zaman 3 dənə ehtimalımız yaranır. Həcər qara geyinsə, Məsəti ağ geyinir. Həcər ağ geyinsə, Məsəti qara geyinir və hər ikisi eyni vaxtda qara geyinə bilər. Növbəti cümlədə yazılıb ki, Şəms və Məsəddən biri qara, digəri ağ geyinib. Məsələn, biz burada baxırıq. Məsəti ağ geyinibsə, deməli, Şəms qara geyinib. İkinci ehtimalda Məsəti qara geyinibsə, deməli Şəms ağ geyinib. Üçüncü ehtimalda Məsəti qara geyinibsə, Şəms ağ geyinib.
Əlimizdə 3 ehtimal var və üçünü də yazdıq. Buna görə aşağıdakılardan hansı tamamilə doğrudur? A variantında qeyd olunub ki, Həcər ağ geyinibsə, Şəms də ağ geyinib. Gəlin baxaq. Həcər ağ geyinibsə, Şəms də ağ geyinib. Doğrudur. B variantında qeyd olunub ki, Həcər ağ geyinibsə, Şəms qara geyinib. Həcər ağ geyinibsə, Şəms qara geyinməyib. B variantı tamamilə səhvdir. C variantı yazılıb ki, onların ikisi qara, biri ağ geyinib. Biz baxırıq ki, bizim birinci ehtimalla üçüncü ehtimalımızda bu ödəyir. Amma ikinci ehtimalımızda ödəmir. Tamamilə doğru olan cümlə, yəni mütləq doğru olan variant hər üç ehtimalda ödəyən variantdır. Deməli, C variantı da səhvdir. D variantında qeyd olunub ki, onlardan ikisi ağ, biri qara geyinib. İkinci ehtimalda bu şərt ödəyir. Amma digər ehtimallarda ödəmir. Səhvdir. E variantında yazılıb ki, Həcər ağ geyinibsə, Məsəti də ağ geyinib. Baxırıq ki, Həcər ağ geyinibsə, Məsəti qara geyinib. Deməli, E variantı tamamilə səhv olan variantdır. Ona görə də düzgün cavab variantımız olacaq A variantı. Növbəti olaraq 48-ci sual sahəyə aid bir sualdır. Yazılıb rəngsiz hissənin sahəsini, rəngli hissənin sahəsinə nisbətini tapın. Onda biz rəngsiz hissənin sahəsini tapmaq üçün gəlin bunu da kəsək. Sualın şəklində qeyd olunub ki, rəngsiz hissənin sahəsini rəngli hissə sahəsinə bölməliyik. O zaman gəlin baxaq nədən başlayırıq. Bu dairədə rəngsiz hissənin sahəsini tapmaq üçün bizim əlimizdə belə bir yarım dairə var. Birinci bu yarım dairənin sahəsini tapmalıyıq. Daha sonra bu kiçik üçbucaqların sahəsini tapmalıyıq. O zaman yazaq S bərabərdir. Yarım dairənin sahəsini tapmaq üçün bütöv çevrənin sahəsini tapıb 2 yerə bölə bilərik. Bütöv çevrənin sahəsini tapmaq üçün də sahə düsturumuz bərabərdir pi r kvadrat. Radiusumuz sualın şəklində verilmişdir ki, 8-ə bərabərdir və biz bilirik ki, pi-ni də hər zaman 3 götürürük. O zaman sahəmiz bərabərdir 3 vurulsun 8-in kvadratı. Bu bütöv bir dairənin, bütöv bir çevrənin sahəsidir. Biz aldığımız cavabı 2-yə bölməliyik ki, bizə lazım olan bu yarım dairənin sahəsini tapaq. Yuxarıdakı ifadə 192-yə bərabərdir. 192-ni 2-yə böldüyümüz zaman tapırıq ki, ağ hissənin sahəsi 96-ya bərabərdir. Digər tərəfdən aşağıda da 2 dənə ağ üçbucağı var. Bu aşağıdakı ağ hissəni, bu hissənin sahəsini tapmaq üçün də üçbucağın sahə düsturundan istifadə edə bilərik. Üçbucağın sahə düsturu bərabərdir. Tərəfə çəkilən hündürlüyün hasilinin yarısı. Yəni bu hissəmiz bərabər olacaq 16-ya. Çünki radiusumuzun biri 8 isə digəri də 8-dir. O zaman yazırıq 16 vurulsun. Bu hissəmizdə yenə hündürlükdür və radiusdur. 8 bölünsün 2. Bunları ixtisar apardığımız zaman bu hissəni taparıq 64-də bərabərdir. Yəni aşağıdakı ağ hissə 64-dür, yuxarıdakı ağ hissə 96-dır. O zaman bizim ağ hissəmizin sahəsi cəm bərabərdir. 96 üstəcə 64. Bu da bizə verəcək 160. Ağ hissəmiz, yəni rəngsiz hissəmizin sahəsini tapdıq. 160-a bərabərdir. Rəngli hissəmizin sahəsini tapmaq üçün bəs nə etməliyik? Baxırıq ki, rəngli hissədə verilənlər bir segmentdir. Biz bunun sahəsini tapmaq üçün bütöv çevrənin sahəsindən ağ hissənin sahəsini çıxmaqla qara hissələrin sahəsini tapa bilərik. Əlimizdə bütöv çevrənin sahəsi var. Bütöv çevrəmizin sahəsini bayaqlar tapmışdıq ki, 192-yə bərabərdir. O zaman biz 192-dən bu işarələdiyimiz ağ hissənin sahəsini, yəni 160-ı çıxarıq, cavabı taparıq 32-yə bərabərdir. Yəni rəngli hissəmiz bərabərdir 32-yə, rəngsiz hissəmiz bərabərdir 160-a. İxtisar apardığımız zaman cavabımız olacaq 5. Yəni A variantı. Daha sonra davam edir 49 nömrəli sualla qatlanma sualı verilib və qatlanma sualını həll eləmək üçün bizim əlimizdə müəyyən şərt verilib. Yazılıb ki, rəngsiz xananın üzərinə düşdükdə rəngsiz alınacaq. O zaman yazaq. Rəngsiz xana deyəndə ağ xanaları nəzərdə tutur. Ağ üstə ağ bizə verəcək ağ. Rəngli xana rəngsiz üzərində düşdükdə rəngli alınır. Yəni qara üzərində ağ bərabərdir qaraya. Rəngli xana rəngli xananın üzərində düşdükdə rəngsizləşir. Yəni qara üstə gəlir qara bərabərdir ağa. İndi biz buna uyğun olaraq aşağıda bizə qatlanma verilib. Şəkil əvvəlcə birinci xətt üzrə qatlanıb açılır, ikinci forma üzrə qatlanıb açılır və üçüncü xətt üzrə qatlanıb açılır. Daha sonra rənglənmiş xanaların sayını taparıq. Şəkil ilk növbədə birinci xətt üzrə qatlanıb açılırsa, baxın bu hissədən qatlanıb açılır. Deməli biz bu sütunla bu sütun üst-üstə düşər və eyni zamanda bu göstərdiyim iki sütunlar da üst-üstə düşər. O zaman gəlin birincisindən başlayaq. Bu hissələr üst-üstə düşməlidir. Qara və ağ üst-üstə düşərsə,
Hər iki xana qaralmalıdır. Ağ xana və ağ xana üst-üstə düşərsə, hər ikisi ağ olaraq qalır. Qara və qara üst-üstə düşərsə, hər ikisi ağarmalıdır. Qara və ağ üst-üstə düşərsə, hər ikisi qaralır. Qara və ağ üst-üstə düşərsə, hər ikisi ağarır. Daha doğrusu qaralır. Ağ və ağ üst-üstə düşərsə, heç bir şey baş vermir. Digər tərəfdən keçək bu sütunlara. Qara və ağ üst-üstə düşərsə, hər ikisi qaralmalıdır. Ağ və ağ üst-üstə düşərsə, dəymirik. Qara və ağ üst-üstə düşərsə, hər ikisi qaralır. Yenidən qara və ağ üst-üstə düşərsə, hər ikisi qaralır. Qara və qara üst-üstə düşərsə, hər ikisi ağarmalıdır. Ağ və ağ üst-üstə düşərsə, dəymirik. Deməli, biz şəkli birincidən etibarən qatlayıb açandan sonra hal-hazırda belə bir şəkil alırıq. Daha sonra keçirik şəkli ikincidən etibarən qatlayıb açmağa. Yenidən bu xətt üzrə qatlayıb açsaq, bu iki sütunlar üst-üstə düşəcək və burada göstərdiyim yenidən iki sütunlar üst-üstə düşəcək. O zaman yoxlayaq. Qara və ağ üst-üstə düşərsə, hər ikisi qaralır. Qara və ağ üst-üstə düşərsə, hər ikisi qaralır. Burada da hər ikisi qaralmalıdır. Qara və ağ üst-üstə düşərsə, hər ikisi ağarmalıdır. Qara və ağ üst-üstə düşərsə, hər ikisi qaralmalıdır. O zaman bunu silək, qaralsın. Qara və ağ üst-üstə düşərsə, hər ikisi qaralmalıdır. Gəlirik, burada göstərdiyimiz sütundan burdaşlara. Ağ və ağ üst-üstə düşərsə, ağ olaraq qalır. Qara və ağ üst-üstə düşərsə, hər ikisi qaralır. Qara və ağ üst-üstə düşərsə, hər ikisi qaralır. Qara və ağ üst-üstə düşərsə, hər ikisi qaralmalıdır. Ağ və ağ üst-üstə düşərsə, dəymirik. Qara və qara üst-üstə düşərsə, hər ikisi ağarmalıdır. Bunu ağardaq, aşağıda veriləndə bu şəkildə ağardaq. Deməli, biz şəklimizi ikinci xətt üzərində yenə açıb bağladığımız zaman bu şəkildə bir şəkil alırıq. Daha sonra gələk üçüncü xətt üzrə şəklimizi açıb bağlamağa. Və üçüncü xətt üzrə açıb bağladığımız zaman burada verilən iki sütunlar üst-üstə düşəcək. Burada verilən həmçinin iki sütunlar üst-üstə düşəcək. Başlayaq bir-birinə yaxın olanlardan. Qara və ağ üst-üstə düşürsə, hər ikisi qaralmalıdır. Qara və qara üst-üstə düşürsə, ikincisində hər ikisi ağarmalıdır. Bunların hər ikisini ağardaq. Qara və qara üst-üstə düşürsə, hər ikisi ağarır. Qara və qara üstə düşürsə, hər ikisi ağarır. Növbəti olaraq bunu da ağardaq. Aşağıda da qara və qara üstə düşürsə, hər ikisi ağarmalıdır. Ağartdıq. Və aşağıda verilən qara və qara üstə düşürsə, hər ikisi ağarmalıdır. Gəlirik növbətiyə. Qara və ağ üstə düşürsə, hər ikisi qaralır. Ağ və ağ üstə düşürsə, dəymirik. Qara və ağ üstə düşürsə, hər ikisi qaralmalıdır. Qara və qara üstə düşürsə, hər ikisi ağarmalıdır. Aşağıda göstərilən qara və qara üst-üstə düşürsə, hər ikisi ağarmalıdır. Bunu ağardaq. Aşağıda olanı da ağardıq. Qara və ağ üst-üstə düşürsə, hər ikisi qaralmalıdır. O zaman son versiyanı gəlin sayaq. Bizdən rənglənmiş xanların sayını tapmaq tələb olunur. O zaman baxaq. 1, 2, 3, 4, 5. 5 dənə birinci sətirdə. 1 dənə ikinci sətirdə. 1, 2 dənə üçüncü sətirdə. 1, 2, dördüncü sətirdə, 1, 2, beşinci sətirdə, 1 və 2, altıncı sətirdə. Bunlar saydığımız zaman 14 ədəd rənglənmiş, yəni qara rəngli xanı müəyyənləşdirmiş oluruq. Davam edək 50 nömrə sualla. Sualın şəklində sadəcə yazılıb ki, sual işarəsinin yerinə uyğun olan variantı seçin. Biz burada rəqəmlərin arasındakı əlaqəyə baxırıq. Həmçinin rəqəmlərin çölündəki rənglərin arasında müəyyən bir əlaqə var. Yəni, demək istədiyim bundan ibarətdir ki, biz baxırıq bizim əlimizdə bu tip xanalı olan 3 ədəd dairə var. Bunların içərisindəki rəqəmlər 7, 14 və 39-dur. İlk növbədə bunları toplasaq, 7 üstə 14 üstə 39 bizə verəcək 60. Digər tərəfdən başqa birini yoxlayaq. Məsələn, İçində nöqtə olan dairəmiz bir budur, bir də budur. Başqa nöqtə olan yoxdur. 22 üstə 38, bu da bizə verəcək 60. Növbəti olaraq yoxlayaq zolaqlını. 2 dənə əlimizdə zolaqlı var. 28 və 32 yazılıb hisslərində. Bunların cəmləri bizə verəcək yenə 60. Deməli, biz burada görürük ki, eyni rəngdə olanlar, eyni fasonda olan fiqurların içindəki rəqəmlərin cəmləri 60-a bərabərdir. Biz onda əksi olan hissəni axtarırıq.
Gəlin baxaq. Məsələn, bozlara baxırıq. 48, 11. Bunların cəmi bizə verəcək 59. Deməli, 59-un üzərinə biz 60-a tamamlamaq üçün 1 də gəlməliyik. Baxırıq ki, burada sual işarəsinin yerinə içi boz olan 1 yazılmalıdır. Yəni, düzgün cavab variantımız olacaq A variantı. Davam eləyək növbəti sualla, 51 nömrəli sualla. Yazılıb ki, bir ölkənin ixrac etdiyi məhsulun 42%-ni buğda, 35%-ni, baxın, burada B-nin işarə olunub. Yəni, B-nin yazıldığı hissələr, sütunlar 42%-dir. 35%-ni pambıq, P hərfi ilə işarə olunub. 16%-ni şəkər, daha doğrusu şəkər sondurur. 4%-ni meyvələr, 3%-ni isə arpa təşkil edir. Bunu qeyd elədik. Bunlar bütün məhsulların bu qədər faizini təşkil edir. Və biz faizləri toplasaq buradan görərik ki, bütün məhsullar elə 100%-dir. O zaman aşağıdakı cədvəllərdən hansı bölgənin ixracını əks etdirir? Bunu tapmaq üçün biz məhsulların miqdarının ümumi faizini tapmalıyıq. Yəni, məhsullar ümumi olaraq nə qədərdir? Və buna uyğun olaraq tənasüb qurmalıyıq. Bunu tapmaq üçün müxtəlif yollardan istifadə edə bilərsiniz. Bütün tonları bir-birindən toplaya bilərsiniz. Məsələn, 252, 210, 98, 24, 18. A variantını yoxladığımız zaman, biz bunları topladığımız zaman bütün tonlar eləyəcək 602 ton. 602 ton bizim cəm məhsulumuzdur. Bəs cəm faizimiz nəyə bərabərdir? 100%-i. Digər tərəfdən baxırıq ki, məsələn, buğda 42%-dir. O zaman buğda 42%-dirsə, həqiqətən də 252 tona bərabər olurmu? Yəni, ümumi olan məhsulun, 602 ton olan məhsulun 42%-i həqiqətən də 252-yə bərabərdirmi? Biz bunu hesablayırıq. Baxırıq ki, 602-nin 42%-ni tapdığımız zaman, yəni 42-yə vurub 100-ə böldüyümüz zaman cavab bizə 252 deyil də 252,4 verilir. Deməli, A variantımız səhvdir. Və bu şəkildə biz bunun bütün variantları yoxlamalıyıq. Gəlib B variantını yoxladığımız zaman bütün məhsulların miqdarı bizə verəcək cəm olaraq 600. Yəni, məhsullar 600 tondur. Gəlin, baxaq görək, buğda həqiqətən də 252 eləyirmi? Buğdanın faizi 42%-dir. Biz 600-ün 42%-nin 252 olduğunu tapmaq üçün 600-ü 42-yə vurub 100-ə böldüyümüz zaman baxırıq 252 eləyir. Deməli, buğda ödəyir. Digər tərəfdən, pambıq bütün məhsulların 35%-dir. Gəlin, baxaq. 600-ün 35%-i bizə 210 verərmi? Yenə bunları ixtisar elədiyimiz zaman alınacaq 210. Şəkər çuğunduru bütün məhsulun 16%-dir. Yəni, 600-ün 16%-dir. 600-ü 16-ya vurub 100-ə böldüyümüz zaman, yenə ixtisar apardığımız zaman həqiqətən alırıq 96-dır. Meyvələr bütün məhsulların 4%-dir. 600-ü 4-ə vurub 100-ə böldüyümüz zaman bizə verir 24. Bütün məhsulların 3%-də arpadır, yəni 600-ü 3-ə vurub 100-ə böldüyümüz zaman həqiqətən də alırıq 18. Deməli, B variantı bizim məhsulların həqiqətən də ixracını düzgün şəkildə əks elətdirir. 52 nömrəli sualdan davam edək. 52 nömrəli sual aşkar operatorlara aid sadə bir sualdır. Deməli, bizdən tələb olunur ki, biz 3 operator 4-ü tapaq. 3 operator 4-ü tapmaq üçün yazaq o zaman. 3 Fərz eləyək ki, bu ulduz işarəsidir. 3 operator 4 bərabərdir. Biz bunu yerinə qoymalıyıq birincisində. Yəni, burada. Yazılıb 5A operator 3B. Biz bilirik ki, A-nın qiyməti onsuz 3-ə bərabərdir. B-nin qiyməti 4-ə bərabərdir. Yəni, gördüyümüz A-nın yerinə bu sətirdə 3 yazarıq, B-nin yerinə 4 yazarıq. Yəni, yazılıb burada 5A, yəni 5 vurulsun 3, operator 3B. Yəni, 3 vurulsun 4. Bu da bərabərdir 15 operator 12-yə. Yəni, 3 operator 4-ün qiyməti 15 operator 12-nin qiymətinə bərabərdir. O zaman biz 15 operator 12-nin həllini tapmalıyıq. 3 operator 4-ün cavabına bərabər olsun. 15 operator 12-ni həll eləmək üçün biz burada yerinə qoymalıyıq. Bu səfər A-mızın qiyməti 15-dir. Burada qeyd edək. B-imizin də qiyməti 12-dir. O zaman baxırıq ki, yazılıb A üstəgəl 2. Yəni, 15 üstəgəl 2 operator 2B. 2 vurulsun 12. Bu da bərabərdir 15 ilə 2-nin cəmi bizə verəcək 17 operator. 2 vurulsun 12-də bizə verəcək 24. Yəni 17 operator 24-ün cavabı bizim
15 operator 12-imizin cavabı nə bərabərdir? Gəlin onda bir dəfə də 17 operator 24-ün cavabına baxaq. 17 operator 24 tapmaq üçün biz burada yerinə qoymalıyıq. 2A çıxılsın B-ni həll eləməliyik. Yəni 2 vurulsun. Bu səfər də A-nın qiyməti 17-yə bərabərdir. 17 çıxılsın B. B-nin də qiyməti 24-ə bərabərdir. Cavabımız eləyəcək 2 vur 17, yəni 34 çıxılsın 24. Düzgün cavab bərabərdir 10. Növbəti olaraq 53 nömrəli sualda analogiyaya aid bir sualdır. Muson küləyin növüdür. Şampinyon da göbələyin növüdür. Düzgün cavab olacaq Y variantı. 54 nömrəli sual saat əqrəbi ilə dəqiqə əqrəbi arasında qalan bucağın tapılması düsturu ilə həll olunur. Bu düsturumuz da bərabərdir 11D çıxılsın 60S bölünsün 2 modulda. 11D dediyimiz zaman dəqiqə nəzərdə tutulur. Məsələn, birincisini yoxladığımız zaman 11 vurulsun dəqiqə, yəni 20, çıxılsın 60 vurulsun S dediyimiz zaman da 11 nəzərdə tutulur. Bölünsün 2, amma modulda. Çünki mənfi cavab çıxa bilməz. Bizim bucağımız mənfi ola bilməz. Biz bu 5 variantın 5-ini də yoxlayırıq və yaxud variantlarla da yoxlaya bilərsiniz. Düsturda yerinə qoyduğumuz zaman sonda aldığımız 2 eyni cavab bizim düzgün cavabımızdır. Yəni, burada B variantı düzgün cavab olacaq. Növbəti olaraq baxaq 55 nömrəli suala. Yazılıb ki, verilən fiqurun ixtiyari çevrilməsi nəticəsində alına bilən variantları tapın. Fiqurun üzərindəki təsvirlər fərqlidir. Deməli, bizə bir kub verilir və bu kubun sadəcə 3 üzü bizə verilib. Qalanlarını biz, yəni hansı uyğundursa, həmin uyğunluğu özümüz tapmalıyıq. Baxırıq ki, məsələn, birinci şəkildə dairənin üzərində bu balaca qara dairə var. Sol tərəfində də belə bir xətt var. Biz burada uyğunluğu tapmaq üçün nəyə diqqətlə baxmalıyıq? Bir ən diqqətlə baxsaq, bizim bu hansı ki belə bir işarəmiz var. Bu kiçik xətt bizim dairəmizin olduğu istiqamətdədir. Yəni aşağı tərəfdədir. Həmin istiqamətlə düz davam eləsə dairə ilə kəsişir. Amma bizim birinci şəklimizdə, baxın, həmin düz xətt budur. Biz bu düz xətti uzaqsaq, dairəni heç bir halda kəsə bilməz. Onda görə dairə burada yerləşərdi ki, həmin düz xəttin yeri düzgün olardı dairə ilə birgə. Deməli, birinci avtomatik səhvdir. Dairənin yeri burada düzgün verilməyib. Birinci səhv isə biz birin olduğu variantları atarıq. Digər variantlarda görürük ki, 2 düzdür. 2-də həqiqətən də bizim əlimizdə 3 bucaq verilib. 3 bucaq bu fiqurun görünməyən bir üzüdür. Ola bilər ki, həqiqətən də dairənin yanındadır və s. Burada yerləşsin. Başqa nə ilə davam eləyək? Məsələn, davam eləyək 3-cü sualla, 3-cü şəkillə. 3-cü şəkildə bizə nə verilib? Yenə dairəni verir. Dairənin yuxarısında x var, sol tərəfində isə maili xətt. Bizim öz bu fiqurumuzda sadəcə olaraq dairə var. X də yoxdur, maili xətt də yoxdur. Onda biz dairə ilə nəyisə əlaqəsinə baxmalıyıq. Diqqətlə baxsaq, dairə burada qalıb yuxarıda. Yəni biz fiqura bu tərəfdən baxsaq, dairə yuxarıdadır. Biz bu hissədən dairənin aşağısında baxırıq ki, yenidən bu balaca düz xətt var. Yəni, dairəni aşağı doğru uzatsaq, bu düz xəttlə kəsişər. Amma 3-cü şəkildə verilən dairəni buradan bu şəkildə uzatsaq, aşağıya doğru, bizə verilən düz xəttlə kəsişməz. Bu birinci. Bu fərqi görmək üçün biz bu şəkildə, belə deyək, görmək rahat deyilsə, fiquru eyni istiqamətə aşırmalıyıq. Yəni, dairələri eyni istiqamətə aşırmaq üçün fiqurun ikisində eyni fasonda 90 dərəcə aşırmalıyıq. Məsələn, gəlin əlimizdə olan birinci fiquru 90 dərəcə, birinci kubu 90 dərəcəlik aşırıq. Birinci kubu 90 dərəcə aşırdığımız zaman biz təqribi belə bir kub alarıq. Bu fiquru 90 dərəcə aşırdığımız zaman buradakı düz xətt bu şəkildə olacaq. Aşağıda verilən bu hissə bu şəkildə olacaq və dairəmiz bir kvadratın sol yuxarı küncündə olacaq. Daha sonra 3-cü şəkli də sırf buradakı kiçik dairənin istiqamətlərini eyni görmək üçün sol tərəfə 90 dərəcə aşırmalıyıq. Bu fiquru sol tərəfə aşırdığımız zaman aşağı istiqaməti bu şəkildədir. Baxırıq ki, dairə həqiqətən də yenə burada olacaq. Dairənin sol tərəfində x olacaq.
bu şəkildə və dairənin aşağısında da maylı xətt olacaq. İndi diqqətlə bu iki kubun arasındakı fərqə baxın. Hər ikisində dairənin istiqaməti düz verilib. Bir kvadratın sol yuxarı küncündədir. Amma bu şəkildə qaldığı zaman bizim verilən, yəni nümunədə verilən şəklimizdə dairənin aşağısında tamam başqa işarə var. Amma üçüncü şəkildə verilən dairənin aşağısında isə tamam ayrı işarə var. Yəni demək istədiyimiz üçüncü şəkil tamamilə səhvdir. Üçüncü şəkil tamamilə səhvdirsə bizim düzgün cavabımız olacaq C variantı. Davam eləyək 56 nömrəli suallar. Verilmiş fiqurun sahəsini tapmaq bizdən tələb olunur. Bu içəridə olan fiqurdan söhbət gedir təbii ki. Biz bu fiqurun sahəsini tapmaq üçün fiqurun sahəsini bildiyimiz şəkildə bölməliyik. Yəni, gəlin baxaq, məsələn, burada belə bir hissə var. Bizim əlimizdə olan bu hissə bir dənə normal dairənin 1/4 hissəsidir. Biz bu balaca kiçik hissəni tapmaq üçün bir dənə normal dairənin sahəsini taparıq. Yəni, bu tamamlasaydı təqribi belə bir dairə olardı. Hansı ki, onun 1/4 hissəsi bizə verilib. Dairənin sahə düsturunu 4-ə böldüyümüz zaman biz bu hissəni tapa bilərik. Amma sahə düsturun 4-ə bölməkdənsə, diqqətlə baxsaq, həmin şeydən elə 4 dənədir. Yəni, bu hissədə də var, aşağıda bu hissədə də var və bu hissədə də var. Bu 4 kiçik parçanı birləşdirdiyimiz zaman, bunlar hər biri onsuz bir dairənin 1/4-idir. Biz bu 4 kiçik parçanı zaten birləşdiyimiz zaman normal bir dənə dairə, yəni çevrəmə gəlir. O zaman gəlin, çevrənin sahə düsturuna baxaq. S bərabərdir, bilirik ki, pi r kvadrat. İ'miz 3'dür. E dediğimiz zaman radius nəzərdə tutulur. Radiusumuz bunun elə 4'ünün də fərqi yoxdur. Orta mərkəz nöqtəsindən radiusu qırağa çəkilən xəttdir. Yəni, buradan bura qədər olan dama. Diqqətlə baxsanız, hamısında buradan bura qədər olan dama və yaxud buradan bura qədər olan dama, bu damalar elə 2'ni bildirir. Yəni, 2 santimetrdir. O zaman bu rəngli olan hissələrin sahəsini tapmaq üçün taparıq. 3 vurulsun 2'nin kvadratı. Bu hissədə bizə verəcək 12'yə bərabərdir. Baxın, bu 4 dənəsinin cəmi birlikdə 12'dir. O zaman yazırıq. 12 üstəcək bizə başqa şəkildə. Məsələn, baxırıq ki, bizim əlimizdə burada bu şəkildə bir üçbucaq verilib. Düzbucaqda üçbucaq var. Biz düzbucaqda üçbucağın sahə düsturunu tapıb bunu yaza bilərik. Düzbucaqda üçbucağın sahə düsturu biz bilirik ki, S bərabərdir. Elə AH bölünsün 2 ilə tapılır və yaxud da AB bölünsün 2 ilə, fərqi yoxdur. Baxırıq ki, oturacağımız 2 damanı əhatə edir. Hündürlüyümüz 3 damanı əhatə edir. Yəni 2 vurulsun 3 bölünsün 2. Bu üçbucaq 3'ə bərabərdir. Digər tərəfdən diqqətlə baxsanız əgər, həmin üçbucağın eynisindən burada da var. Ayrıca sahəni də tapmağa ehtiyac yoxdur. Zaten bir dəfə tapmışıq. Burada yazarıq 3. O zaman bu üçbucaqların ikisinin cəmi olacaq 6. Üstəcək. Diqqətlə baxsaq əgər, burada bizim əlimizdə kiçik bir dənə də üçbucaq var. Eynisi burada da var. Bu üçbucağın yenə birinin sahəsini tapıb 2'yə vura bilərik. Məsələn, bu sahəsini tapmaq üçün oturacağı 1'dir. Hündürlüğüne baxırıq ki, buradan buraya qədər 3'dür. 1 vurulsun 3 bölünsün 2. Bizə verəcək 1/5. Bu 1/5 isə bu da avtomatik 1/5'dir. Cəmləri verəcək 3. Üstəcək. Gəlirik digərlərinə. Digərlərə diqqətlə baxsaq, burada artıq bizim üçün boş damalar var. Bu hissə, burada göstərilən hissə, bir də ortada verilən bu hissə. Burada da adi kvadratlardır. Biz kvadratları saya bilərik. Çünki bir kvadratın sahəsi 1'ə bərabərdir. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11 ədəd də kvadratımız var. Biz bu rəqəmləri topladığımız zaman cəmləri bizə verəcək 9, 2'yə bərabərdir. Yəni, düzgün cavabımız olacaq D variantı. Davam edək 57 nömrəli sualdan. Yenə analogiya aid bir sualdır. Mikroskop, cihaz, nanometr sual işarəsi. Mikroskop cihazın növüdür, nanometr isə ölçü vahididir. Ona görə düzgün cavabımız olacaq Y variantı. 58 nömrəli sualdan davam eləyək. Deməli, sualın mahiyyəti bundan ibarətdir ki, bizə burada müəyyən rəqəmlər verilib. 4, 27, 256, 3125. Həmin bu ədədlərdə bizim diqqətimizi çəkən hissə bunların müəyyən üstü qüvvətlər olmasıdır. Məsələn, 4, 2 üstü 2, 27, 3 üstü 3, 256, 4 üstü 4
3125 də 5 üstü 5-ə bərabərdir və biz bu ədədlərin təsadüf olmadığını görürük. Məsələn, bu fiqur bizim üçün 2-ni bildirir və digər verilən bu fiqur da ikinci pillədədir. Yəni 2 üstü 2 bizə verəcək 4. Dairənin üzərində x olan 3-ü bildirir və növbəti 3 üçüncü pillədədir. Yəni 3 üstü 3 bizə verir 27. Bu ədəd 4-ü bildirir və bu hissə 4-cü pillədədir. 4 üstü 4 bizə verəcək 256. Bu hissə 5-i bildirir. 5 üstü 5 bizə verəcək 3125. Bunun doğruluğunu nümunədə də yoxlaya bilərik. Gəlib cavabı tapmaq üçün elə birbaşa olaraq bunun üzərinə yoxlayaq. Biz bilirik ki, dairə içərisində plus bizə 2 rəqəmini bildirir və bu fiqur, yəni maili xətt olan 5-i bildirir. Yəni birinci ədədim həm də bu arada 5-ci pillədədir. Birinci ədədim 2 üstü 5-ə bərabərdir. Digər tərəfdən 2 üstü 5, bunu bu şəkildə yaza bilərsiniz. Elə 32 kimi də yaza bilərsiniz. Bölünsün. İkinci ədədimizə baxaq. Bu ədəd 2-dir, bu ədəd də 2-dir. Yəni 2 üstü 2 4-dür, çıxılsın. Bu ədəd bizə 5-i bildirir. Bu dairə isə 4-ü bildirir. Bu ədədimiz olacaq 5 üstü 4. Yəni 625. Növbəti olaraq bu ədəd yenidən 5-i bildirir. Bu ədəd isə x 3-ü bildirir. 5 üstü 3 125. Bunların da arasında yenidən bölmə işarəsi var. Yəni aldığımız cavab buna bərabərdir. 34, daha doğrusu 32 bölünsün 4, çıxılsın 625 bölünsün 125. Bu ifadə 8-dir, bu ifadə isə 5-ə bərabərdir. 8-dən 5 çıxdığımız zaman cavab eləyir 3. İndi biz 3 cavabını ödəyən variant seçməliyik. Buna görə də variantları bir-bir yoxlamalıyıq. Məsələn, A variantını yoxlayaq gəlin. A variantında biz bilirik ki, bu rəqəm, bu işarə 3-ü bildirir. Bu işarə isə 5 bildirir. 3 üstü 5 bölünsün. Bu ifadə yenə 3-ü bildirir. Bu ifadə isə 2-ni bildirir. 3 üstü 5-i 3 üstü 2-yə böldüyümüz zaman biz cavab alarıq 3 üstü 3, yəni 27. Amma bizim düzgün cavabımız 3-ə bərabərdir. Deməli, səhvdir. B variantını yoxlayaq. Bu rəqəm 3-ü bildirir. Bu da 3-ü bildirir. Yəni 3 üstü 3 bizə verəcək 27. Bu rəqəm yenidən 3-ü bildirir. Bu isə 2-ni bildirir. İkincisi də 9-a bərabərdir. 27-ni 9-a böldüyümüz zaman həqiqətən sonunda cavab alırıq 3-ə bərabərdir. Yəni B variantı doğru cavabımızdır. Daha sonra davam edək 56-cı, daha doğrusu 59-cu sualımızla. 59 nömrəli sual riyazi cədvəllərə aid bir sualdır və biz burada tənlikləri yazmalıyıq. İlk növbədə cədvəlin bizə verdiyi məlumatları qeyd edək. Yazılıb ki, A üstəgəl A, yəni 2A bərabərdir B plus 6-ya. B üstə B, yəni 2B bərabərdir 2A plus C-yə. C plus C, yəni 2C bərabərdir 2A plus 2-yə. Bizim əmrimizə eləməli olduğumuz şey bu tip tənlikləri bilirik ki, tərəf-tərəfə toplamaqdır. Tərəf-tərəfə toplamaq dediyimiz, yəni bərabərliyin sol tərəfləri, yəni 2A üstəgəl 2B üstəgəl 2C bərabərdir. Bərabərliyin sağ tərəflərinə, yəni B plus 6 üstəgəl 2A plus C üstəgəl 2A plus 2-yə. İndi biz buradan bəzi ixtisarlarımızı apara bilərik. Məsələn, 2A-nı buradan silsək, yerdə qalacaq 2B üstəgəl 2C bərabərdir. Burada əlimizdə B var. B üstəgəl, buradakı C üstəgəl 2A üstəgəl 6 plus 2, yəni 8. Bunu da sadələşdirək. B və C-ni bərabərliyin digər tərəfinə keçirsək alırıq. B üstəgəl C bərabərdir 2A plus 8-ə. Misalın bundan sonrasını irəliləmək üçün əvəzləmə aparmalıyıq. Bizim əlimizdə B-nin və C-nin qiyməti yoxdur. Amma buradakı 2A-nın qiymətini əvəzləyə bilərik. 2A-nın qiyməti baxırıq ki, bizim cədvəlimizdə də verilən ifadədən gördüyümüz kimi B plus 6-ya bərabərdir. O zaman bu ifadəni bu şəkildə yaza bilərik. B üstəgəl C bərabərdir. Buradakı 2A-nın yerinə yazırıq 2A-nın qiymətini. Yəni B plus 6 üstəgəl əlimizdə olan öz 8-imiz.
Buradan da alırıq B üstəgəl C bərabərdir B plus 14-ə. B'lər ixtisar olunur. C-nin qiyməti bərabərdir 14-ə. C-nin qiymətini tapdığımız zaman başqa yerlərdə də əvəzləyə bilərik. Məsələn, gəlirik sualımıza. Bu hissədə C-nin qiymətini əvəzləyə bilərik. Bilirik ki, 2C-nin qiyməti bərabərdir 2A üstəgəl 2-yə. Yəni 2 vurulsun 14-ün qiyməti bərabərdir 2A üstəgəl 2-yə. 28 bərabərdir 2A plus 2. 2-ni bu tərəfə keçirdiyimiz zaman 26 bərabərdir 2A. A-nın qiymətini də tapırıq ki, 13-ə bərabərdir. Əlimizdə A-nın qiyməti də var, C-nin qiyməti də var. Geridə qaldı B-nin qiymətini tapmaq. B-nin qiymətini tapmaq üçün də biz ən birinci ifadədə və yaxud ikinci ifadədə fərq yoxdur. Hansında istəsək yerinə əvəzləyə bilərik. Birinci sualda əvəzləyək. 2A bərabərdir B plus 6-ya. 2 vurulsun A-nın qiyməti 13-dür. Bərabərdir B plus 6-ya. 26 bərabərdir B plus 6. B-nin də qiymətini buradan tapırıq ki, 20-yə bərabərdir. Bizə lazım olan bütün ifadələri tapdıq. C-nin qiyməti 14-dür, A-nın qiyməti 13-dür, B-nin qiyməti 20-dir. Aldığımız qiymətləri burada yerinə qoyub hesablayırıq. A üstəgəl B, yəni 13 üstəgəl 20 çıxılsın 2 vurulsun C. 2 vurulsun 14. Bu ifadə də bərabərdir 33 çıxılsın 28. Üçüncü adımız bərabərdir 5-ə. Növbəti olaraq davam edir 60 nömrəli sualla. Yazılıb ki, hal-hazırda doğru işləyən elektron saat 21:36-nı göstərir. Leyla müəllimənin saatı 21:26-nı göstərir. Yeni ilə saatlar qalmış Leyla müəllimə saatının düzgün işləmədiyinin fərqinə varır və saatını düzəltmək üçün Elmir müəllimdən saatı soruşur və saatını Elmir müəllimin saatına uyğun düzəldir. Deməli, bizim burada əsas bilməli olduğumuz cümlə budur. Hal-hazırda doğru işləyən saat 21:36-nı göstərir. Yəni, bizim doğru saatımız 21:36-dır. Amma Leyla müəllimə bilmir ki, Elmir müəllimin saatı 22:26-nı göstərir. Baxın, doğru saatımız 21:36-dır. Amma Elmir müəllimin saatı 22:26-dır. Yəni, Elmir müəllimin saatı daha doğrusu doğru saatdan 50 dəqiqə qabağadır. 50 dəqiqə fərqlənir. Leyla müəllimə də öz saatını Elmir müəllimin saatına uyğun düzəldirsə, hal-hazırda Leyla müəllimin saatı da 22:26-dır. Qalan şərtində yazılıb ki, saatına uyğun olaraq Leyla müəllimənin yeni ilə neçə dəqiqə tez girəcəyini hesablayın. Biz baxırıq ki, bizim hal-hazırda əlimizdə olan saat doğru olmalı olan saatdan 50 dəqiqə qabağadır. Deməli, biz yeni ilə 50 dəqiqə tez girərik. Düzgün cavabımız elə olacaq C variantı. Növbəti davam edir 61 nömrəli sualla. Sualda yazılıb ki, çivi, quş, yarasa sual işarəsi. Biz bilirik ki, çivi quşun növüdür, yarasa da məməli heyvandır. Yəni, düzgün cavabımız olacaq D variantı. Növbəti 62 nömrəli sualla davam edək. Yazılıb ki, ardıcıl olaraq təkrarlanan 192 dəfə yazılan Stimel Akademi sözünün 158-ci hərfini müəyyən edin. Bizim burada əsas məqsədimiz 158-ci hərfi tapmaqdır. Sözün neçə dəfə yazdığımızın önəmi yoxdur. Yəni, burada verilən 192 dəfə yazılma sadəcə bizi çaşdırmaq üçün verilir. Biz onda baxırıq ki, 158-ci hərfi tapmaq üçün nə edəyək? Bu sözü ardıcıl olaraq 192 dəfə yazaqmı? Xeyr. Bu bizim imtahan üçün vaxtımızı çox aparar. Biz sözün hərflərini sayırıq. 158 rəqəmini tapmaq üçün baxmalıyıq ki, 158-in içində neçə dənə sözün hərfindən yerləşir. Yəni, sözün hərflərini saysaq 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. Baxaq görək, bu 12 hərfdən neçə dənə 158-in içərisində yerləşir. Ona görə tapmaq üçün 158-i bölməliyik sözümüzün hərflərinin sayına, yəni 12-yə. 12-yə böldüyümüz zaman alırıq buradan 13, 36. Tapırıq ki, 158-ci hərfi tapmaq üçün biz Stimel Akademi sözünü 13 dəfə arda yazmalıyıq. Və bizim ən əsas burada lazım olan hissəmiz qalığımızdır. 38-dən 36-ın çıxanda yazırıq qalığı. Yəni, 158-ci hərfi tapmaq üçün biz
13 dəfə Stimul Akademi sözünü yazırıq. Artıq növbəti dəfə Stimul Akademi sözünü yazanda ikinci hərfimiz bizim 158-ci hərfimizlə bərabərdir. Yəni Stimul Akademinin ikinci hərfi əlimizdə olan qalıq T hərfi bizim həqiqətində 158-ci hərfimizdir. Düzgün cavabımız olacaq Y variantı. Növbəti olaraq davam edirik 63 saylı sualla. Sualın şərhində yazılıb ki, verilən çeşidlə çıxanlara 5, 6, 7, 12, 13 və s. ədədləri yazıldıqda ilk 5 xanadakı ədədlərin cəmi 35-ə bərabərdir. Baxın, ədədlər ardıcıl yazılır. 5, 6, 7, 8, 9, 10, 11 və s. Ardıcıl olan ədədlər biri digərindən bir vahid böyükdür. Yəni, biz ilk 5 xanadakı ədədlərin cəmi 35-dirsə, onda bizim birinci xanadakı ədədimiz bilmirik neçədir. Yazaq bura x. İkinci xanamıza yazırıq. Baxın, ikinci xana birincidən bir vahid çoxdur. Yazırıq x plus 1. Növbəti yazaq x plus 2, x plus 3, x plus 4. Diqqətlə baxsanız 5 xanadakı, ilk 5 xanadakı ədədləri yazdıq. İlk 5 xanadakı ədədlərin cəmi 35-ə bərabərdir. 35-ə bərabərsə gəlin baxaq görək, həqiqətən də bu 5-dən mi başlayır? X, x plus 1, x plus 2, x plus 3, x plus 4. Yəni, ilk 5 xanadakı ədədlərin cəmi bərabərdir 35-ə. Buradan alırıq 5 ədəd x-imiz var. 5x üstə rəqəmləri toplasaq alırıq 10, bərabərdir 35-ə. 5x bərabərdir 25-ə, x-in qiyməti bərabərdir 5-ə. Həqiqətində x-imizin qiyməti, yəni sualımızın başlanğıc hissəsi 5 ilə başlayırsa, 5, 6, 7, 8, 9. Diqqətlə baxsanız, bizdən də 5-ci xanadakı ədədi istəyir. Biz elə 5-ci xanadakı ədədimizin 9 olduğunu tapırıq. Daha son 5 ədədi toplanmağa və yaxud yazmağa ehtiyac yoxdur. Belə düzgün cavabımız olacaq D variantı. 64 nömrəli sualda mətin verir, biz mətni tamamlamalıyıq. Mətndə yazılıb ki, kiçik bir sahil qəsəbəsində ya da kənddə bulutsuz bir gecədə milyonlarla ulduzun göy üzündə meydana gətirdiyi naxışlara baxmaq insana hüzur verir. Müəyyən bir boşluq qoyulub. Şəhərdəki işıqlar göy üzündəki ulduzların işıqlarını sönükləşdirir və görünməsini çətinləşdirir. Biz bu işıqların yerinə düzgün cavabı tapmalıyıq. Bizim burada əsas diqqətli olmalı olduğumuz hissə tam da buradır. Yəni, şəhərdəki işıqların göy üzündəki ulduzları görməyimizə mane olmasından söhbət gedir. Ona görə nöqtələri ona uyğun tamamlamalıyıq. A variantda yazılıb ki, yaşadığımız şəhərlərdə ümumiyyətlə bu gözəlliyin görünməsi üçün qaranlıq yer tapmaq çox çətindir. Bəli, məntiqli olaraq ola bilər. Çünki bizim əsas bu hissəni, belə deyək, bu hissəyə gəlmək üçün qaranlıq yer sözünə və yaxud ulduzlarla işıqların arasındakı əlaqəyə istinad eləməyimiz lazımdır. Məsələn, B variantına baxırıq, yazılır, ancaq dünyanın harasında olursanız olun, göy üzünə baxdığınızda sadəcə bəzi ulduzları görməziniz mümkündür. Əgər biz bu cümləni buraya yazsaq boşluqlara, daha sonra şəhərdəki işıqların göy üzündəki ulduzlarla əlaqəsi, onu görməyimizə mane olması haqqında heç məntiqi əlaqə tapa bilmərik. Ona görə B variantı səhvdir. C variantı yazılıb, yenə də başımızı qaldırıb göy üzünə baxdığımızda gördüyümüz bəzi ulduzların adlarını çoxumuz bilməliyik. Ümumiyyətlə, adlardan heç bir söhbət getmir. D variantda yazılıb ki, yenə də axan bir ulduz gördüyümüzdə bir dilək tutmalıyıq. Dilək tutmağımızdan da bir söhbət getmir. İşıqların ulduzlara mane olmasından söhbət gedir. Biz bununla bağlı məntiqli nəticə çıxarmalıyıq. E variantda yazılıb ki, halbuki gördüyümüz bu gün artıq sönmüş olan ulduzlar çox əvvəllər yaydığı işıqdır. Buna da bir əlaqəsi yoxdur. A variantı bizim düzgün cavabımızdır. Həqiqətində yaşadığımız şəhərdə bu gözəlliyin görünməsi üçün qaranlıq yer tapmaq çətindir və nəticə olaraq daha sonra şəhərdəki işıqlardan danışa bilərik. 65 nömrəli sual ardıcıllığa aid sualdır. 17, 25, 32. Biz gəlin ədədlərin arasındakı fərqlərə baxaq. 17 üzərinə 8 gəldiyimiz zaman 25 alırıq. 25-in üzərinə 7 gəldiyimiz zaman 32. 32-in üzərinə 5 gəldiyimiz zaman 37 alırıq. 37-in üzərinə 10 gəldiyimiz zaman 47. 47-in üzərinə 11 gəldiyimiz zaman 58. 58-in üzərinə də biz hansı ədəd gəlsək, sual işarəsini taparıq. Diqqətlə baxsanız, bu 8, 7, 5, 10, 11 ədədlərin arasında bu şəkildə birbaşa əlaqə yoxdur. Amma ədədlər özündən əvvəlkilərin rəqəmlərinin cəmidir. Yəni, 17-nin üzərinə 17-nin özünün rəqəmlərinin cəmini gəldiyimiz zaman alırıq 25. 25-in üzərinə özünün rəqəmlərinin cəmini gəldiyimiz zaman alırıq 32.
Onda biz 58'in cevabı tapmaq üçün 58'in üzərinə 58'in özü rəqəmlərinin zərmin gəlməliyik. Yəni 58'in üzərinə 13 gəldiyimiz zaman düzgün cavab bizə verəcək 71'ə bərabərdir. Sonra sualdan davam edək. Sual şəklində yazılıb qanun uyğunluğu müəyyən edin və sual şərh səviyyəsində uyğun olan variantı seçin. O zaman gəlin başlayaq qara üçbucaqlardan. Qara üçbucaq diqqətlə baxsaq, şəklin sol yuxarı küncündədir. Növbəti şəkildə bir addım sağa gedir. Daha sonra bir addım aşağı, növbəti olaraq da bir addım sola doğru hərəkət edir. O zaman qara üçbucağı yazdıq. Və qara üçbucağın üzbəyiz hissəsində ağ üçbucaq var. Deməli, ağ üçbucaq da bu istiqamətdə olmalıdır. Biz bu məntiqlə B variantını ata bilərik. Çünki bu hissədə olan qara üçbucaqdır, amma B-də rəng olaraq səhv verilib. Digər tərəfdən D variantını da ata bilərik. Çünki üçbucağın hərəkəti heç bir fiqurda yoxdur. Növbəti olaraq gəlirik dairənin içində olan kiçik xəttə. Baxırıq ki, bu xətt sağ yuxarı küncdədir. Növbəti şəkil üçün bir addım sola doğru hərəkət edir. Növbəti olaraq bir addım aşağı doğru hərəkət edir. Növbəti bir addım sağa doğru hərəkət edir. Təqribən bu hissədə bu şəkildə qalmalıdır. Biz o zaman Y variantında, C variantında silərik. Düzgün cavab variantımız olacaq A variantı. Növbəti olaraq 67-ci sualda yazılıb ki, qanun uyğunluğuna əsasən sual işarəsini yerinə düzgün cavabı seçin. Bizim sualımızın ikinci hissəsi əslində bizim üçün müəyyən qədər açıq şəkildə verilib. Biz burada verilən ədədi tapmaq üçün 11 və 12'nin hasilinin üzərinə qalığımızı gəlməliyik. Yəni, T plus 3 bərabərdir. 11 vurulsun 12, üstəgəl 3. Bu plus 3'də zaten buradan ixtisar gedir. T'nin qiyməti bərabərdir 11 və 12'nin hasili, yəni 132'ye. T'nin qiymətini tapırıq. Digər tərəfdən bu hissədə də baxırıq ki, T minus 5'i X-ə böldüyümüz zaman 14 alırıq, qalıqda da 1 alırıq. Yəni, T minus 5 bərabərdir. Yine bu iki ədədin hasilinin üzərinə qalığımızı gəlməliyik. 14x plus 1. T'nin qiyməti 132 olduğunu bilirik. 132 çıxılsın 5 bərabərdir. 14x plus 1'ə. 132'dən 5 çıxdığımız zaman alırıq 127 bərabərdir. 14x plus 1'ə. Və 1'i digər tərəfə keçirdiyimiz zaman 126, 14 vurulsun x-ə bərabərdirsə, x-in qiyməti də bizə verəcək 9. 132 və 9'un üzərinə cavab alaraq 141'ə bərabərdir. Daha sonra 68 nömrəli sualdan davam edək. 68 nömrəli sual üçün cədvəl seçməliyik. Cədvəli hazır çəkmişik. Deməli, bir tədbirdə Pərviz, Nadir, Akif, Əhməd və Vaqif adlı zabitlər bir araya gəlirlər. Onlar tankçı, artilleriyaçı, təyyarəçi, rabitəçi və mina axtarandılar. Rütbələri biri polkovnik, biri kapitan, üçü mayordur. Bu zaman burada qeyd edək. Üçü mayor, biri polkovnik, biri kapitandır. Mayor rütbəsi polkovnikdən kiçikdir və mayor rütbəsi kapitandan böyükdür. Bunu bu şəkildə özümüz üçün bir qrafda qeyd edək. Növbəti olaraq Pərvizin rütbəsi ilə onun mina axtaran dostu rütbəsi eynidir. Biz bu cümlədən hansı nəticəni çıxarırıq? Pərvizin rütbəsi ilə mina axtaran dostunun rütbəsi eynidirsə, deməli mina axtaran başqa bir insandır. Pərviz ola bilməz. Pərvizin adının qarşısına mina axtarana minus qoyuruq və növbəti olaraq Pərvizin rütbəsi mina axtaran dostunun rütbəsi ilə eynidirsə, bizə baxırıq ki, rütbə olaraq 3 nəfər mayordur. Deməli, Pərvizlə dostu mayor ola bilər. Ona görə də Pərvizin adının qarşısına mayora plus işarəsi qoyuruq. Digər tərəfdən burada mina axtaran da üzərinə mayor yazaq ki, onu bilək. Növbəti olaraq təyyarəçi Akif və Vaqif ilə birlikdə Nadirin qonağı olub. Baxın, təyyarəçi Akif, Vaqif bu 3 nəfər Nadirin qonağı olubsa, biz burada nəticə çıxardıq ki, Akif, Vaqif və Nadir heç biri təyyarəçi deyil. Yəni, təyyarəçi tamam başqa bir insandır. Akiflə, Vaqiflə birlikdə Nadirgilin qonağı olublar. O zaman Nadir təyyarəçi deyil, Akif təyyarəçi deyil, Vaqif təyyarəçi deyil. Bir dəfə artilleriyaçı və mina axtaran eyni vaxtda radio qəbul edicisi sıradan çıxmışdı. Onlara xahiş ilə Akif rabitəsi olmasa da radio qəbul edicisinin asasılığını aradan qaldıra bilmişdi. Deməli, biz burada nəticə çıxarırıq ki, Akif rabitəsi deyil. Cümlədə yazılır. Və digər tərəfdən artilleriyaçı ilə mina axtaranın radio qəbul edicisi sıradan çıxıbsa və Akif bunlara kömək edibsə, deməli, Akif bu peşələrin sahibi deyil. Bunlar tam başqa bir insanlardır ki, Akif onlara kömək edib. O zaman Akifin adının qarşısına bunlara minus işarəsi qoysaq, tapırıq ki, Akif tankçıdır.
Növbəti olaraq. Nadir uşaqlıqda mina axtaran olmaq istəyirdi, lakin sonradan dostlarının məsləhəti ilə başqa sahəni seçdi. Nadir mina axtaran deyil. Daha sonra Pərviz Akifdən, Vaqif isə Nadirdən rütbəcə böyükdür. Pərviz Akifdən rütbəcə böyükdürsə, biz baxırıq ki, Pərviz mayordur. Mayor rütbəsi yalnız kapitandan böyükdür. Deməli, Akif kapitandır. Kapitandırsa, bizim əlimizdə zaten bir kapitan var. Digərlərini minus qoya bilərik. Digər tərəfdən Vaqif də rütbəcə Nadirdən böyükdür. Baxırıq ki, Vaqif üçün ya polkovnik, ya mayor rütbəsi ola bilər. Əgər Vaqif mayor rütbəsinə malik olsaydı, o zaman Nadirin rütbəsi kapitan olmalıydı. Çünki mayor rütbəsindən daha aşağı kapitan rütbəsidir. Və biz bilirik ki, Nadir kapitan ola bilməz. Deməli, Vaqifin rütbəsi polkovnik olsun ki, Nadirin rütbəsi polkovnikdən daha aşağı olsun, yəni mayor olsun. Yenə qalanlarına minus işarəsi qoysaq, tapırıq ki, buradan Əhməd mayordur. Və bizim əlimizdə belə bir cümlə də var idi ki, mina axtaran mayordur. Bunu hardan bilirdik? Çünki Pərvizin rütbəsi ilə mina axtaran dostunun rütbəsi eyni idi. Pərviz mayordursa, deməli mina axtaran da mayor olmalıdır. Mayor rütbəsi mina axtaranın adı yalnız Əhməd və Vaqifin adında boşdur. Və biz görürük ki, Əhməd mayordur rütbəcə. Deməli, Əhməd həqiqətində mina axtarandır. Yenidən digərlərinə minus işarəsi qoyuruq. Və diqqətlə baxsaq, təyyarəçi hissəsində yalnız Pərvizin adı boşdur. Növbəti olaraq qaldı bizim əlimizdə 2 ixtisas. Bunları tapmaq üçün də gəlin yenidən baxaq. Pərvizin rütbəsi ilə mina axtaran dostun rütbəsi eynidir. Bunu tapmışıq. Rabitəçi və Nadir yaxın dostdular. Bəli. Bu cümlə artıq bizə kömək eləyir ki, biz düzgün cavabı tapaq. Rabitəçi və Nadir yaxın dostdursa, deməli Nadir rabitəçi deyil. O zaman Vaqif rabitəçidirsə, digərlərini avtomatik olaraq tapırıq. Növbəti olaraq 69 nömrəli sualdan davam edək. 69 nömrəli sual əslində 67 nömrəli suala qayda olaraq oxşardı. Biz buradakı ədədləri tapmaq üçün əvəzləmə aparmalıyıq və qeyd edeyim ki, bunun yerinə rəqəm qoymaqla cavab tapa bilərsiniz. Deməli, Z-in qiymətini tapmaq üçün Z bərabərdir. D və C-nin hasilinin üzərinə 0 gəlməliyik. Yəni, üzərinə 0 gəlməklə qeyd edilməsə Z bərabərdir D və C-nin hasilinə. Digər tərəfdən burada Z plus D-nin cəmi bərabərdir. D və D-nin hasili, yəni D kvadrat, üzərinə yenə 0 gəlir. Ya 0 verilirsə, yəni qalığımız 0-a bərabərdirsə, onu yazmağa ehtiyac yoxdur. Biz buradan hansı əlaqəni tapa bilərik? Əvəzləməklə də tapa bilərik, yenidən qeyd edeyim. Yeni rəqəm qoymaqla da tapa bilərik. Məsələn, əvəzləməyə baxsaq, Z-in qiymətinin D vur C-yə bərabər olduğunu bilirik. Buradakı Z-in yerinə yazırıq. DC D bərabərdir D kvadrat. Biz bu sualın hər tərəfini D-yə bölsək, buradan alırıq C, üstəgəl, D-ni D-yə böləndə alırıq 1, bərabərdir. D kvadrat D-yə böləndə alırıq D. C-nin üzərinə 1 gələndə D alırıq. Deməli, D çıxılsın C bərabərdir 1-ə. Düzgün cavabımız olacaq A variantı. Növbəti 70 nömrəli sualda şəkillərin əlaqəsi verilir bir-biri ilə. Birinci və ikinci şəkildən bu şəkli almışıq. Birinci və ikinci şəkli üst-üstə qoymuşuq. Hər ikisində ortaq olan bu hissədən. Üst-üstə qoyduğumuz zaman onların kəsişdiyi, yəni üst-üstə düşdüyü hissəni x-ləyiblər. O zaman biz A variantımızı seçmək üçün gəlin baxaq. Biz bu şəkillə bu şəkili ikisini də qara hissədən üst-üstə qoymalıyıq. Bunların ortaq hissələri x-lənməlidir. Biz baxırıq ki, bunu ayrılıqda variantla da onsuz yaza bilərik. Baxırıq ki, bu qaraların hər ikisinin yuxarısında ağdama var. Deməli, ağdamalar üst-üstə düşəcək. Yəni, qaranın yuxarısında olan ağdama üst-üstə düşəcəksə, biz onu x-ləməliyik. Ona görə C variantı səhvdir. Digər tərəfdən baxırıq ki, bu ortaq olan qaraların hər ikisinin aşağısında da ağdamalar var. Bu ağlar yenə üst-üstə düşdüyü zaman biz bunu x-ləməliyik. Buna görə heç variant ata bilmirik. Növbəti olaraq, qaraların sağ tərəfinə baxsaq, bir tərəfi boşdur, bir tərəfində isə həqiqətində bir dama var. Yəni, iki dənə üst-üstə düşən eyni ortaq olan hissə yoxdur. Ona görə də bu sadəcə olaraq boş qalacaq. Biz bu məntiqlə yenə digər variantları hələ ki atmırıq. Keçirik qaranın sol tərəfinə. Baxırıq ki, birinci şəkildə boşluqdur, ikinci şəkildə isə fiqur var. Bir dənə fiqur var, bir boşluq olsa biz yenə burada heç bir şey çəkmirik, olduğu kimi qalır. Növbəti olaraq gəlin baxaq, qaranın
sol yuxarı küncünə. Baxırıq ki, burada həqiqətən bir dama var, amma bu hissədə dama yoxdur. Deməli, bu hissəmiz yenə ağ rəngdə qalacaq. Buna görə Y variantını ata bilərik. Bu hissə ağ qalmalı idi. Baxırıq, qaranın sağ yuxarı küncünə boşluqdur. Burada isə bir ağ rəngdə dama var. Yəni, hər ikisində ortaq olan hissə yoxdur. Ona görə bu hissədə boş qalacaq. Eyni məntiqlə D variantını da ata bilərik. İndi gəlin baxaq qaranın sol aşağı küncünə. Sol aşağı küncünə baxsaq, bu hissə yenə boşluqdur. Bu hissədə isə dama var. İki ortaq olan hissə yoxdur deyə yenə boş olaraq qalacaq. Biz A variantını da silərik. Yerdə bir dənə qalacaq B variantı. Növbəti olaraq ABC və H bir-birindən və sıfırdan fərqli rəqəmlərdir. Qanuna uyğunluğu müəyyən edib sual işarəsinin əvəzinə düzgün variantı tapmalıyıq. Gəlin o zaman yeni rəqəm qoyaq. C-nin qiyməti ondan böyük bir ədəddir. Hər kimi saxlayırıq. ABC çıxılsın BAC, bunun nisbətini tapmalıyıq. O zaman ABC ədədi BAC-dən daha böyük ədəddir. O zaman A-ya daha böyük qiymət verir, minimum qiymət verə bilərik. A-nın yerinə gəlin yazaq 3, B-nin yerinə yazaq 2, C-nin də yerinə yazaq 1. Biz bunları yerinə qoyduğumuz zaman bu arada qiymətləri bu şəkildə yazmağımızda məqsəd ondan ibarətdir ki, məsələn, biz ABC-dən BAC-ni çıxırıq. Yəni, A-nın yerinə verə biləcəyimiz digər qiymətlərə nisbətən daha böyük qiymət verməliyik. A-nın yerinə 1 versək, məsələn, B-nin yerinə 3 versək, biz 100 neçədən 300 neçədən çıxa bilmərik. Ona görə A-ya daha yüksək qiymət veririk. ABC çıxılsın BAC bərabərdir 321 çıxılsın 231. CAB çıxılsın CBA bərabərdir 132 çıxılsın 123. Yuxarı hissə bərabərdir 90-a, aşağı hissə bərabərdir 9-a. Bu hissə bərabər olacaq 10-a. Və biz görürük ki, bu ədəd C çıxılsın H-a bərabərdir. O zaman qeyd edək, C minus H bərabərdir 10-a. Digər tərəfdən C və H-ın cəmi bizə 20 verib. Yazırıq onda C plus H bərabərdir 20-yə. Biz bu sistem tənliyi kimi qeyd eləsək, tərəf-tərəfə toplasaq, alırıq 2C bərabərdir 10 plus 20, yəni 30-a. C-nin də qiyməti bərabərdir 15-ə. C-nin qiyməti 15-ə bərabərdirsə, H-ın qiyməti də 15 çıxılsın H 10-a bərabərdirsə, H-ın qiyməti də bərabər olacaq 5-ə. 15 vur 5, düzgün cavabımız olacaq D variantı, yəni 75. 72 nömrəli sualdan davam edirik. Sual şəklində yazıb ki, təmir işləri ilə məşğul olan bir şirkət özü üçün 5000 sement almalıdır. Aşağıdakı qiymətlərlə hesablama aparıldığı zaman hansı şirkətdən 5000 sement aldıqda daha ucuz olacaq? Deməli, bizə şirkətlərin adları verilib, bir kisə sementin qiyməti verilib, daşıma xərci və əlavə şərtlər verilib. O zaman gəlin baxaq birinci şirkətə. Deməli, burada verilən şirkət bir kisə sementi alır 6 manat 15 qəpiyə. 5000 ədəd sement almaq üçün biz o zaman 5000-i vurarıq 6 manat 15 qəpiyə. Taparıq ki, bu şirkət 5000 ədəd sement almaq üçün 30.750 manat pul xərcləməlidir. Digər tərəfdən daşıma xərcimiz də var. Daşıma xərcini də bu qiymətin üzərinə gəlməliyik. Amma ondan əvvəl əlavə şərtə baxaq. Yazılıb ki, maya dəyəri 30.000-dən çox olarsa daşıma xərci 2 dəfə azalır. Biz də baxırıq ki, bizim maya dəyərimiz 30.750-dir. Yəni 30.000-dən çoxdur. Deməli, daşıma xərcimiz 2 dəfə azalmalıdır. Daşıma xərcimiz 100 manatdır. 2 dəfə azalsa olacaq 50 manat. Deməli, bu şirkət ümumi olaraq bu sementin alışına cəmi yerdə 30.750 və 50 manata daşıma xərci verməklə 30.800 manat pul xərcləyəcək. Birinci şirkətin xərclədiyi pulun miqdarını tapdıq. Keçək ikinci şirkətə. Deməli, buradakı şirkət, yəni NMC, bir sementi alır 6 manat 10 qəpiyə. Biz bilirik ki, şirkət üçün 5000 sement lazımdır. O zaman 5000 sementi almaq üçün 5000-i vurarıq 6 manat 10 qəpiyə. Taparıq ki, bu şirkət 30.500 manat pul xərcləməlidir. Digər tərəfdən şərtimizə baxaq. Əgər maya dəyəri 30.000-dən çox olarsa, daşıma xərci yenə 2 dəfə azalır. Bizim daşıma xərcimiz bu şirkətdə 500 manatdır. 2 dəfə azalsa olacaq 250 manat. Deməli, tapdığımız 30.500-ün üzərinə daşıma xərcimiz də, yəni 250 manatla gəldiyimiz zaman görərik ki, ikinci şirkət, yəni NMC, ümumi olaraq sementlərin alışına və çatdırılmasına birlikdə 30.750 manat pul xərcləyir. Gələk üçüncü şirkətə, yəni Norm Dillerə. Norm Diller bir kisə sement alır 6 manata. 5000 ədəd sement almaq üçün biz yenə 5000-i vurarıq 6-ya. Taparıq ki, bu şirkət ümumilikdə 30.000 manat pul xərcləməlidir.
Və şərtə baxsaq, maya dəyəri 29.999-dan çox olarsa, daşıma xərci 3 dəfə azalır. Bizim maya dəyərimiz 30.000-dir. Yəni, burada verilən rəqəmdən çoxdur. Deməli, daşıma xərcimiz 3 dəfə azalmalıdır. Daşıma xərcimiz hal-hazırda 2400 manatdırsa, 3 dəfə azaltsaq, geri qalacaq 800 manat. Yəni, bu şirkət sementin alınmasına və çatdırılmasına cəmi yerdə 30.800 manat pul xərcləyəcək. Keçək 4-cü şirkətə, Akkorda. Akkord bir sementin alınması üçün 6 manat 5 qəpik pul xərcləyir. O zaman 5000 sementin alınması üçün 5000 vurarıq 6 manat 5 qəpiyə. Taparıq ki, bu şirkət 30.250 manat pul xərcləməlidir. Digər tərəfdən yenə yazılıb ki, maya dəyəri 30.500-dən çox olarsa daşıma pulsuz olacaq. Biz baxırıq ki, maya dəyərimiz 30.250-dir. Yəni 30.500-dən çox deyil. Ona görə də daşımamız pulsuz olmayacaq. Yəni bu 600 daşıma xərclərin burada verilənlərin üzərinə gəlməliyik. Gəldiyimiz zaman taparıq ki, Akkord, yəni bu şirkət ümumi sementin alınmasına və daşınmasına 30.850 manat pul xərcləyəcək. Və gələk ən sonuncu şirkətə, Çempiona. Bu şirkət bir kisə sementi alır 6 manat 20 qəpiyə. 5000 sementi almaq üçün o zaman biz 5000-i vurarıq 6 manat 20 qəpiyə. Taparıq ki, 31.000 manat pul xərcləməlidir və şərt olaraq yoxdur. Daşıma xərci sıfırdır, pulsuzdur, əlavə şərt də bizə verilməyib. Biz 5 şirkətin 5-nin də müqayisəsini tapdıq. 1-ci, 2-ci, 3-cü, 4-cü və 5-ci şirkətlər bu çərçivələdiyimiz qiymətlərdən sementləri alırlar. Müqayisə olaraq hansının daha ucuz olduğunu görmək üçün baxırıq ki, burada ən ucuz başa gələn şirkət NMC olacaq. Çünki bu şirkətin daşıma xərci ilə ümumi sementin alınmasına çəkdiyi xərc 30.750-dir, amma digər verilən rəqəmlər isə 30.750-dən daha böyükdür. Deməli, bizim düzgün cavab variantımız olacaq B variantı. Növbəti olaraq davam eləyək 73 saylı sualla. Deməli, burada qeyd olunub ki, qanun uyğunluğa əsasən sual şərhinin qiymətini tapın. Ədədlərin arasında hansı qanun uyğunluq var? Birinci sətirdə verilən ədədi ikiyə vurduğumuz zaman ikinci sətirdə verilən ədədi tapırıq. Deməli, biz də düzgün cavabı tapmaq üçün burada birinci sətirdə verilən ədədi 2-yə vurmalıyıq. Düzgün cavabımız olacaq B variantı. Növbəti olaraq baxaq Kakuroya. Deməli, Kakuroda ardıcıl ağ rəngli xanlardan əmələ gələn blokda yazılan ədədlərin cəmi həmin blokdan əvvəlki rəngli üçbucağın üzərində qeyd olunur. Blokdakı ədədlər sətir və sütun üzrə təkrar olunmur və onların arasında 0 yoxdur. Deməli, biz bilirik ki, burada üçbucaqların baxdıqları sətir və ya sütunların cəmi həmin üçbucağın içində yazılma olan ədədlərə bərabərdir. Başlanğıc olaraq gəlin, baxın burada nədən başlaya bilərik ki, daha rahat şəkildə bu Kakuronu həll edək. Kakuronun bəzi şərtləri var, burada qeyd olunub. Hansı ki, biz ağ damaların içərisinə 0 yaza bilmədik, sətir və sütun üzrə təkrar rəqəmləri yaza bilmərik. Deməli, baxırıq, burada üçbucağın içində 3 yazılıb. Deməli, bu xana və bu xananın ikisinin cəmi bizə 3 verməlidir. Cəmi 3 olan ədədlər 1 və 2-dir. Biz indi baxırıq ki, 1 və 2-ni bura necə yerləşdirə bilərik. Məsələn, 1-i bura yazıb, 2-ni bura yazdığımız halda, diqqətlə baxsaq, bu sütunda bu dama və 1-in cəmi bizə 19 verməlidir. Yəni, 3 damanın cəmi 19 verirsə, damaların biri 1-dirsə, deməli, bizim bu xana və bu xanaya yazmalı olduğumuz ədədlərin cəmi 18-dir ki, 18-in üzərinə 1 gəldiyimiz zaman 19 alırıq. Yaxşı, düşünürük ki, 2 elə rəqəm varmı ki, cəmi 18 olsun? Bu ədədlər yalnızca 9 və 9-dur. Yəni 2 9-un cəmi bizə 18 verir. Biz bu xanaya 9, digər xanaya da 9 yazsaq, təkrarlanma baş verəcək və təkrarlanma baş verirsə, bu Kakuronun şərti ilə birbaşa olaraq ziddir. Ona görə bu yazdığımızı silirik və ikinci ehtimalı yoxlayırıq. İkinci ehtimalımız da ondan ibarətdir ki, biz bu zaman 1-i buraya yazaq, 2-ni buraya yazaq. Cəmləri həqiqətən 3 verir. Burada problem yoxdur. Daha sonra baxaq yenə bu sütuna. Bu xana üzərinə 2 gəldiyimiz zaman 19 alırıq. Deməli, bu iki xananın cəmi bizə 17 verməlidir ki, 17-nin üzərinə 2 gələk, alaq 19. Cəminin 17 olduğu rəqəmlər 9 və 7-dir. Deməli, biz bunların birinə 9, birinə, daha doğrusu, cəmi 17 olan ədədlər 9 və 8-dir. Deməli, biz bu xananın birinə 9, birinə 8 yazmalıyıq. O zaman onu da yoxlayaq. S-in yerinə yazaq 9, digərinin yerinə yazaq 8. Əgər gedişatda nəsə problem olarsa, həmin rəqəmləri dəyişə bilərik. Növbəti olaraq baxaq bu xanaya.
Görürük ki 1 üzərinə n, yəni budama, üzərinə budama gələndə 17 almalıyıq. Yəni bu iki xananın cəmi bizə 16 verməlidir ki, 16-nın üzərinə 1 gələndə 17 alaq. Fikirləşirik ki, cəmi 16 olan iki dama, yəni iki rəqəm hansıdır? Bu 9 və 7-dir. 9 və 7-ni biz budamaları necə düzə bilərik? Bura heç bir halda 9 yaza bilmərik. Çünki 9 yazsaq sətr üzrə təkrarlanma baş verəcək. Ona görə də n-in yerinə yazırıq 9. Bu xana isə yazırıq 7. Bura qədər hələ ki bir problem yoxdur. Davam edə bilərik. Gələk bu sətrə. 9 üstə 8, üstə bu iki damanın cəmi bizə 20 verməlidir. 9 üstə 8 bizə verir 17. 17-nin üzərinə hansı iki rəqəm gələndə 20 alarıq? Bura 1 və 2 yazmalıyıq. Biz K-nın yerinə əgər 1 yazsaq, yenə sualda problem yaranacaq. Çünki baxırıq bu sütuna, 1-in üzərinə 2 dənə hansı ədədi gələndə 9 almalıyıq? 1-in üzərinə ümumilikdə, yəni cəmi 8 olan ədədi gəlməliyik ki, 9 alaq. 8 olması üçün biz bura 4 yaza bilmərik. İki rəqəmləri amma yoxlaya bilərik. Növbəti olaraq, baxaq bu hissəyə. Cəmi, bura 2-ni qeyd edək, alınmasa yenə silərik. Cəmi 4 olan ədədlərimiz, biz bilirik ki, biri 2 və 2-dir. 2 və 2-ni bura sətr üzrə yaza bilmərik, çünki təkrarlanma baş verir. Digərləri 1 və 3-dür. Biz 1 və 3-ü bura yazmaq istəyiriksə, 1-i heç bir halda bura yaza bilmərik, çünki sütun üzrə təkrarlanma baş verir. 1-i bura yazıb, 3-ü bura yaza bilərik. İndi bu sütuna baxsaq, 1 üstə 2 bizə verir 3. 3-ün üzərinə m gələndə 12 almalıyıq. Biz 3-ün üzərinə yalnızca 9 gələndə 12 ala bilərik. Yaxşı, 9-u m-in yerinə yazsaq, s-in yerində də 9 olduğuna görə sətr üzrə təkrarlanma baş verəcək. Deməli, bizim yazdığımız bura səhvdir. Biz ona görə bu yazdıqlarımızı silirik. Sonda 1 və 2 yazmışdıq. Buradan sonra problem yaranmışdı. Həmin 1 və 2-nin yerini dəyişirik. Bura 1 yazırıq, bura 2 yazırıq. Növbəti olaraq biz bilirik ki, bu xanaların birinə 1, birinə 3 yazmalıyıq. 3-ü bura yazırıq, 1-i bura yazırıq. Təkrarlanma olmasın. Sütun üzrə 1 və 2 cəm olaraq bizə verir 3. 3-ün üzərinə 6 gəldiyimiz zaman alırıq 9. Bu sütuna da baxsaq 3 üstə 1, 4. 4-ün üzərinə 8 gəldiyimiz zaman alırıq 12. Və sonunda bu sətrə baxsaq 6 üstə 8, üstə 9, üstə 7 bizə həqiqətən də 30 verəcək. Deməli, tapdığımız qiymətlər düzdür. İndi biz bunların içərisində sualın şərtinin asılı olaraq tək ədədləri və cüt ədədləri yazmalıyıq. Baxırıq ki, burada tək ədədlər S-dir, yəni 9-dur. Digər tək ədəd N-dir. Yerdə qalanlar isə cüt ədədlərdir, yəni M, K, Z. Bunlara uyğun olaraq düzgün cavab variantını qeyd edirik. Növbəti olaraq baxaq 75 saylı suala. Yenə analogiya bir sualdır. Daha doğrusu anagrama aid bir sualdır. Yazılıb hərf sırası dəyişdirilmiş sözləri bərpa edərək fərqli sözü seçin. A variantında milyon sözüdür. C variantında trilyon sözüdür. D variantında milyard sözüdür. Y variantında min sözüdür. B variantında isə bilyard sözüdür. Deməli, biz bilirik ki, fərqli olan B variantıdır. Çünki digərləri saydı, amma bilyard isə oyunun adıdır. Daha sonra 76 sayılı sualda yazılıb ki, rəngli kağız aşağıdakı kimi qatlanıb kəsilmişdir. Kağızın açılışına müvafiq variantı müəyyən edin. Biz görürük ki, kağızımız diaqonalvari kəsilib. Diaqonalvari kəsilməmişdən əvvəl gəlin onda uyğunluğa baxaq. Bu hissə bizim bütün variantlarımızın sol aşağı küncüdür. Baxırıq ki, bütün variantlarda həmin hissə həqiqətən də ödəyir. Heç bir problem yoxdur. Yəni, sualın şərtində verilən variantlar üst-üstə düşür. Digər tərəfdən bizim şəklimiz, baxın, burada verilən bu hissə digər tərəfə açılmalıdır. Yəni, bu hissəmiz digər bu üzə açılmalıdır. Biz baxırıq ki, bizim burada rənglədiyimiz hissədə verilən şəklimiz hansıdır? O zaman diaqonalvari şəkildə kəsək, burada ürək işarəsi düz şəkildə açılıb, bu şəkildə qalmalıdır ki, həqiqətində simmetrik əmələ gəlsin. Biz baxırıq B variantında ürəklərin duruşu səhvdir. B variantını silərik. C variantında verilən bu güzgü açılışı yenə səhvdir. Bunu da silirik. A variantı, D variantı, Y variantı isə həmin açılışa görə uyğundur. Digər tərəfdən biz baxırıq ki, bizim ümumi şəklimiz diaqonalvari açılıb. Məsələn, burada ürək işarəsi, bir də bunun açılışını düz şəkildə çəksək, şəklimiz diaqonalvari açılıb. Və diaqonalvari açılışda 90 dərəcə çevrəni var. Yəni, demək istədiyim odur ki, burada verilən şəkil bu hissəyə düşməlidir. Üfüqü verilən bir hissə diaqonalvari
açılışda şaquli düşür və bu şəkildə şaquli düşən hissə isə diaqnalvari şəkildə üfüqi düşməlidir. Yəni burada verilən iki ürəklərin əksi tam da bu hissələrə düşməlidir. Gəlin o zaman buna variant üzərində baxaq. A variantında baxırıq ki, burada verilən ürəklər bu şəkildə düşməlidir, amma düşmür. Tamamilə səhvdir. Biz ümumiyyətlə güzgü əksi olaraq da götürsək, buradakı ürəyin güzgü əksi bu işarə heç vaxt ola bilməz. Digər tərəfdən Y variantına baxaq. Yenə biz bu şəkil diaqnalvari bölürük. Baxırıq ki, bunlar ikisi bir-birindən simmetrikdirmi? Xeyr. Yəni burada verilən ürəklərin simmetriyası heç bir halda bu şəkildə ola bilməz. Biz bunu çox sadə məntiqlə əslində tapa bilərik. Baxırıq ki, bu ürəklərin uc hissələri bir-birinə baxır. Açılışda da ürəklərin uc hissələri bir-birinə baxmalıdır. E variantı səhvdir. D variantı da diaqnalvari şəkildə bölürük. Baxırıq ki, ürəklərin istiqaməti burada həqiqətində düzdür. Onsuz digər variantları sildiyimiz halda düzgün cavab verən qalacaq D variantı. Daha sonra 77 nömrəli suala baxaq. Yazılıb qalan uyğunluğu müəyyən edin və sual işarəsinin əvəzinə uyğun gələn ədədi yazın. Biz bilirik ki, qıraqdakı ədədlərdən qeyri-aşkar operatorun bu tip yazılışında ortadakı ədədi almalıyıq. 11 və 12-dən 264 almaq üçün 11 və 12-nin hasilini 2-yə vurarıq, alarıq 264. 14 və 12-dən 336 almaq üçün 12 və 14-ün hasilini 2-yə vurmalıyıq, alarıq 336. 15 və 16-dan cavab almaq üçün də 15 və 16-nın hasilini özümüzdən 2-yə vurarıq. Düzgün cavab taparıq ki, 480-ə bərabərdir. Davam eləyək 78 nömrəli sualına. 78 nömrəli sualda bizə belə bir fiqurlar verilir və fiqurların arasındakı əlaqəni tapmalıyıq. Deməli, diqqətlə baxsaq, birinci və ikinci fiqurdan bərabərliyi verilib və digər fiquru almışıq. Bu suala baxdığımız zaman ilk növbədə bizim diqqətimizi ox işarələri çəkir. Deməli, sualın mahiyyəti bundan ibarətdir. Fiqurların içindəki bölgülərə baxırıq. Birinci fiqurun içindəki bölgü 2 ədəddir. İkinci fiqurun içindəki bölgü isə 1 dənədir. Yəni, yoxdur ümumiyyətlə. Fiqur özü 1 dənədir. 2 və 1-dən biz üçüncü fiqura baxırıq ki, 3 ədəd bölgü var. 2 və 1-dən 3 almaq üçün 2 və 1-i toplamalııyıq. Bunu bilirik. Və bunun toplama və yaxud digər bir işarə olmasını əsaslandıran əsas fiqur da burada verilən ox işarələridir. Yəni, sualın mahiyyəti bundan ibarətdir ki, ox işarəsi sol tərəfə baxarsa, biz toplamanı yoxlayarıq. Amma əksinə, ikinci fiqura baxırıq, yenə 2 ədəd bölgü var, 1 ədəd bölgü var, sonra da 1 ədəd bölgü var. Deməli, biz 2-dən 1-i çıxıb 1 almışıq. Əgər ox işarəsi sağa baxarsa, çıxma işarəsidir. Biz bunu burada yoxlaya da bilərik. 2 ədəd bölgü, 1 ədəd bölgü. Ox işarəsi sola baxırsa, biz bunları toplamalıyıq. Aldıq 3. Dəqiq. Yenə 2 ədəd bölgü, 1 ədəd bölgü. Baxırıq ki, ox işarəsi sağ tərəfə baxır. Deməli, biz bunları buradan çıxmalıyıq. 1 bərabərli 4-ə. Həqiqətində baxın, 4 ədəd bölgümüz var. O zaman, gəlin asılı olaraq həll edək. Baxırıq ki, 9 ədəd bölgümüz var. Burada da sayaq 1, 2, 3, 4, 5, 6, 7 ədəd bölgümüz var. Ox işarəmiz sağ tərəfə baxırsa, biz 9-dan 7-yə çıxmalıyıq. Birinci tərəfdə aldıq 2. Davam edək. Üstəgəl. Yenidən 9 ədəd bölgümüz var. Burada 1 ədəd bölgü var. Yenə ox işarəsi sağ tərəfə baxır. Deməli, biz bunları buradan çıxmalıyıq. 9 çıx 1, 8 çıxılsın. Baxırıq, bu hissəyə 9 ədəd bölgümüz var. Çıxırıq o zaman 9-u. 8 üstə 2, 10. Ondan 9 çıxdığımız zaman cavabı alırıq 1. Deməli, düzgün cavab variantımız bərabərdir B variantına. Daha sonra 79 sayılı sualda biz qıraqdakı ədədlərdən ortadakı ədədi almalıyıq. Yəni, 24 və 17-dən 5 almalıyıq. 24 və 17-dən 5 almaq üçün ilk növbədə baxaq bunların cəmini. %24 və 17-nin cəmi bizə verəcək 41. 41-dən 5 almaq üçün 41 rəqəmlərin cəmi bir dəfə toplamalıyıq. Alırıq 5. İkincisində baxsaq, 42 və 27-nin cəmində bizə verəcək 69. 69-dan 6 almaq üçün 69 rəqəmlərin bir dəfə toplamalıyıq. Alarıq 15. 15-dən yenə 6-nı almaq üçün 15-in rəqəmlərini bir dəfə toplamalıyıq. Deməli, mahiyyət bundan ibarətdir ki, biz ədədlərin cəminə baxırıq, amma rəqəm alana qədər, yəni tək ədəd alana qədər bunu davam etdirməliyik. Və bu sualda sual işarəsini tapmaq üçün cavab variantlarını yoxlamalıyıq. 78-in üzərinə D variantını yoxlasaq, 47 gəldiyimiz zaman alırıq 125,
125-in rəqəmlərinin cəmi bizə həqiqətində verəcək 8-ə bərabərdir. Düzgün cavab variantımız olacaq D variantı. Daha sonra baxaq 80 nömrəli suala, yəni açar sualını. Sualda yazılır ki, hansı fiqur artıqdır? Bu tip fiqurlarda biz ya fiqurun cüzgə əksini axtarmalıyıq, ya da fiqurun təkrarını axtarmalıyıq. Baxırıq ki, burada, məsələn, birinci şəklin cüzgə əksi harda verilib? Diqqətlə baxsaq, bu birinci fiqurun cüzgə əksidir. Bir-birlərinə simmetrikdir. Deməli, biz bunları qruplaşdırırıq. Növbəti, ikinci şəklin, baxaq görək cüzgə əksi varmı? Burada verilən şəklin cüzgə əksini diqqətlə axtarsaq, ikinci şəkildir. Həqiqətində baxırıq ki, məsələn, burada kvadrat sağ tərəfə baxırsa, bunun kvadratı sol tərəfə baxır və s. Yəni, bu iki şəkillər bir-birinə simmetrikdir. Növbəti olaraq, üçüncü şəklin simmetriyasını axtaraq. Baxırıq ki, üçüncü şəkildə verilənin simmetriyası burada verilən fiqurdur. Yəni, bu iki dənəsi bir-birinin simmetrikdir, yəni cüzgə əksidir. Növbəti, dördüncü fiqurun simmetriyasına diqqətlə baxsaq, burada belə deyək, bir Z işarəsi olmalıdır. Diqqətlə baxsaq, ən sonuncu şəkil, yəni bu iki dənə mavilər bir-birinə simmetrikdir. Daha sonra, beşinci şəklin simmetriyasını axtaraq. Beşinci şəklin simmetriyası bizə verilən buradakı fiqurdur. Həqiqətən bir-birlərinə simmetrikdir. Və diqqətimizi daha sonra bu cəlb eləyir. Bunlar yanlış şəkildə verilir. Bir-birlərinə simmetrikdirlər. Baxın, rənglərdən asılı olaraq simmetrik olanları bir-birindən qruplaşdırırıq. Deməli, bizim burada verilən şəklimiz digər tayı olmadığına görə həqiqətində sırada artıqdır. Yəni, düzgün cavabımız olacaq B variantı. 81-ci sualdan davam edək. Yazılıb ki, aşağıda verilmiş anaqramlardan hansı birinci sözün sonu, ikinci sözün əvvəlidir? Burada elə bir hərf birləşməsi seçməliyik ki, həm o birinci sözün düzəlməsini istifadə olunsun, həm də ikinci sözün düzəlməsini istifadə olunsun. Düzgün cavab variantımız D variantıdır. Çünki buradan fəryad sözü, həm də yaddaş sözü əmələ gəlir. Daha sonra 82-ci sualda yenə rebuslara aid bir sualdır. Qanun uyğunluğu müəyyən etməliyik. Aşağıda verilən 5 və 7-dən 15 almalıyıq. 5 və 7-dən 15 almaq üçün birinci hasili yoxlayaq. 5 və 7-nin hasili bizə verir 35. 35-dən 15 almaq üçün 35-in bir dəfə də hasilini tapmalıyıq. Alarıq 15. Məsələn, ikinci sırada yoxlayaq. 6 vur 4 bizə verəcək 24. 24-ün rəqəmlərinin hasili bizə verəcək 8. O zaman sual işarəsini tapmaq üçün 9 və 4-ü bir-birinə vuraraq alarıq 36. 36-nın rəqəmlərinin hasili bizə verəcək 18. Yəni, düzgün cavab variantımız B variantıdır. 83-cü sualda isə mətn təhlilinə aid bir sualdır. Biz bu sualın cədvəlini çəkməliyik. Gəlin cədvəli çəkək, daha sonra davam edək. Məsələni davam edək. Yazıb ki, məsələnin şərtində London, Ankara, Bakı, Sidney və Moskvadan gəlmiş 5 turist 1971, 2002, 2008, 2010 və 12-ci illərdə fəaliyyətə başlayan Atlant, Nazlıbulaq, Qafqaz Riverside, İstisu və Şahdağ istirahət mərkəzlərində 3, 4, 5, 7 və 12 gün istirahət ediblər. Turistlərin səhər yeməkləri zamanı xoşlarına gələn sıyıq, yumurta, qaymaq, bal və keks olur. Hər turist birinə üstünlük verir. 2008-ci ildə fəaliyyətə başlayan Nazlıbulaqda istirahət edən Londonun istirahət müddəti ən az olub. Deməli, biz tapırıq ki, Londonlu 2008-ci ildə fəaliyyətə başlayan Nazlıbulaqda istirahət edib. Digər tərəfdən bunun istirahət müddəti ən az olub. İstirahət müddəti ən az olubsa, biz baxırıq ki, istirahət müddəti ən az 3 gündür. Və yemək haqqında heç məlumat verilməyib, ona görə hələ ki yazmırıq. Burada tapdıqlarımızı silək ki, qarışdırmayaq. İkinci cümlədə yazılıb ki, Qafqaz Riverside'da 7 gün istirahət edən Sidney sakininin səhər yeməklərindən sıyıq xoşuna gəlmişdi. O zaman Sidney sakininin adının qarşısına gün olaraq yazaq 7 gün. Qafqaz Riverside'da istirahət edib, bunda yazaq. Və səhər yeməklərindən sıyıq xoşuna gəlmişdi. Yeməyi də yazırıq sıyıq. İl olaraq verməyib, amma onu gedişatda taparıq. Deməli, biz yeməklərdən sıyığı silirik, gün olaraq 7 günü silirik, bir də Qafqazı sildik. 1971-ci ildə fəaliyyət göstərən İstisu istirahət mərkəzində 12 gündə istirahət müddəti zamanı turistin xoşuna gələn səhər yeməyi qaymaq olub.
Bu turistin hardan olduğu bizə verilməyib, amma digər məlumatlar verilib. O zaman gəlin qıraqda bunu qeyd eləyək. Daha sonra gördüyümüz boşluğa yazarıq. 1971-ci ildə fəaliyyət göstərir. Adı isti sudur. 12 günlük turist orada istirahət eləyib və xoşuna gələn yemək qaymaq olub. Növbəti olaraq 2012-ci ildən fəaliyyətə başlayan Şahdağ istirahət mərkəzində 4 gün istirahət edən Bakılı turistin xoşuna gələn səhər yeməyi yumurta deyil. Deməli, Bakıda turist Şahdağdadır. Və bunun istirahət müddəti 4 gündür. Fəaliyyəti 2012-ci ildəndir və səhər yeməyi yumurta deyildi. O zaman yumurta yazaq. Üzərindən xətt çəkək ki, aydın olsun bizə səhər yeməyi yumurta burada deyil. 2002-ci ildən fəaliyyət göstərən istirahət mərkəzində 5 gün istirahət edən Ankaralı turistin xoşuna gələn səhər yeməyi keksdir. Deməli, Ankaralı turistin il olaraq yazırıq qarşısında 2002. Burada 5 gün istirahət eləyib və bu turistin xoşuna gələn səhər yeməyi keksdir. Artıq məlumatlarımız bitdi. Gəlin qalan məlumatları özümüz dolduraq. Günlərin sırasına baxırıq ki, 3, 5, 4, 7 var. Hansı günümüz yoxdur? 12 gün. Deməli, 12 gün istirahət eləyən turist Moskvalı turistdir. Biz də baxırıq ki, bizim əlimizdə belə bir, yəni 3-cü şərt uyğun olaraq belə bir cümlə var. 1971-ci ildən fəaliyyət göstərən İstisu istirahət mərkəzində 12 günlük istirahət müddəti zamanı turistin xoşuna gələn səhər yeməyi qaymaq olub. Və biz 12 gün istirahət edən turistin Moskvadan gəldiyini biliriksə, aşağıda bu qeyd elədiyimiz məlumatları həmin Moskvanın qarşısına yazarıq. Yəni, il olaraq 1971-ci ildən fəaliyyət göstərir, isti sudur və səhər yeməyi qaymaqdır. Digər tərəfdən, səhər yeməklərinə baxsaq, keks silinib, sıyıq silinib, qaymaq da silinib. Yerdə qalıb yumurta və bal. Biz bilirik ki, Bakılı turistin yumurta xoşuna gəlməyib. Deməli, yumurta Londonun xoşuna gələcək və yerdə qalan bal isə Bakılı turistin xoşuna gəlməlidir. Bunu da tapdıq. İllərə diqqətlə baxsaq 2008, 2002, 2012 və 1971-dən istifadə eləmişik. Yerdə qalıb 2010. Deməli, Qafqaz olacaq 2010. İstirahət mərkəzlərinin də adına baxsaq, burada bizim Atlant qalıb. Atlantda qeyd elədik. Sualın şərtindən asılı olaraq səhər yeməyi zamanı xoşuna yumurta gələn neçə gün istirahət edib və Moskvalı turistin hansı rayonda iştirak edib? Bunu tapmaq üçün artıq cavab variantlarına uyğun olaraq baxa bilərik. Baxaq 84 nömrəli suala. Yazılıb ki, analogiyada dil, acı, göz, sual işarəsi. Baxırıq ki, burada acı dil olarsa necə göz ola bilər? Ən uyğun variant itidir, D variantı. Burada məcazi mənada işlənib. Acı dil olarsa iti göz olar. Ona görə düzgün cavab variantı D variantıdır. 85 sayılı sual ardıcılıqla bağlı sualdır. Deməli, burada mahiyyət nədir? 8-dən 56 almalıyıq, 56-dan 50 almalıyıq və s. 8-dən 56 almaq üçün 8-i 7-yə vurarıq. 56-dan 50 almaq üçün 6 çıxmalıyıq. 50-dən 10 almaq üçün 5-ə bölməliyik. 10-dan 14 almaq üçün üzərinə 4 gəlməliyik. 14-dən 42 almaq üçün 3-ə vurarıq. 42-dən 40 almaq üçün 2 çıxarıq. Diqqətlə baxsaq, ədədlər azalan sıradadır. Amma işarələri isə 4 həddən bir dəyişir. Vurma varsa, ardıca çıxma var. Çıxmadan sonra ardıca bölmə olmalıdır. O zaman işarəmiz bölmə olacaq və ədədlər azaldığına görə 7, 6, 5, 4, 3, 2 olduğuna görə növbəti 1 olmalıdır. 40-ı 1-ə böldüyümüz zaman düzgün cavab variantı olacaq 40. 86-cı sual şifrələrlə bağlı olan sadə bir sualdır. Deməli, sualın şərtində yazılıb ki, Elşad sözü şifrələnib, Ülvi sözü şifrələnib. Biz də düzgün cavab variantını tapmalıyıq. Mahiyyət olaraq, burada bir dənə diqqətli olmalıyıq hissə budur ki, böyük hərflər bizim şifrələrimizdir. Amma mötərizənin içərisində verilən hərflər isə bizim şifrəmizin neçənci sırada olduğunu göstərir. Yəni, bu nə deməkdir? Bu mötərizənin içərisində verilən hərflər əlifba sırasını bildirir. Yəni, A əlifbanın birinci hərfidir. B ikinci, C üçüncü, D dördüncü, Y beşinci hərfidir. Bu da o deməkdir ki, biz bunu rəqəm kimi yazsaq, bizim birinci hərfimiz, sözümüzdəki birinci hərf Y-dir. Birinci hərfimizin şifrəsi S-dir. İkinci hərfimiz L-dirsə, ikinci hərfimizin şifrəsi C hərfidir. Üçüncü hərfimiz Ş-dir. Üçüncü hərfimizin şifrəsi R-dir. Dördüncü hərfimizin şifrəsi N-dir. Beşinci hərfimizin şifrəsi isə T-dir. Elşad sözünün şifrəsini tapdıq.
Eyni zamanda ülvi sözünün şifrəsini tapmaq üçün birinci mötərizənin içərisindəkiləri yenə rəqəm kimi yazaq. A əlifbanın birinci hərfi, B ikinci, C üçüncü, D dördüncü hərfidir. Yenə baxırıq. Bizim birinci hərfimizin şifrəsi J-dir. İkinci hərfimizin şifrəsi C-dir. Üçüncü hərfimizin şifrəsi M-dir. Dördüncü hərfimizin şifrəsi isə C-dir. Gəlirik sual işarəsinə. O zaman bunların yerinə yazaq. A birinci hərfimiz, B ikinci, C üçüncü, D dördüncü, Y beşinci. Bizim sözümüzün birinci hərfi hansı hərf olmalıdır? Birinci hərfimizin şifrəsi S-dir. Axtarırıq ki, S hansı hərfin şifrəsidir? Baxırıq, Y hərfinin şifrəsidir. Deməli, sözümüzün birinci hərfi Y olmalıdır. Biz A və D variantlarını atarıq. Digər tərəfdən, ikinci hərfimiz C-dir. C hərfi L-in şifrəsidir. Deməli, ikinci hərfimiz L-dir. Üçüncü hərfimizin şifrəsi M-dir. M, V hərfinin şifrəsidir. Deməli, üçüncü hərfimiz V olacaq. Biz elə bununla cavab variantını çıxarda bilərik. Dördüncü hərfimizin şifrəsi C-dir. Baxırıq ki, C, I hərfinin şifrəsidir. Beşinci hərfimizin şifrəsi H-dır. Baxırıq ki, burada ümumiyyətlə hərflərin içərisində H yoxdur. H yoxdursa, H burada olmayan istənilən hərfin şifrəsi ola bilər. Deməli, burada da M hərfinin şifrəsidir ki, sözümüz alınacaq L-dir. Növbəti olaraq davam edirik 87-ci sualdan. 87-ci sualda biz baxırıq ki, bu rəng sualına oxşuyur. Gəlin o zaman yoxlayaq. Baxırıq, birinci şəkillə ikinci şəkli üst-üstə qoyanda üçüncü şəkli alarıq. Burada verilən qara hissə ilə ağ hissənin cəmi bizə qara verir. O zaman qeyd edirik. Qara plus ağ bərabərdir qaraya. Daha sonra qara plus qara bizə verəcək ağ. Üçüncü sətrə də baxaq. Ağ üstə qara bizə verəcək qara. Dördüncü sətrə də baxsaq, ağ üstə ağ bizə verəcək ağ. Yəni, buna uyğun olaraq cavab variantına baxaq. Qara üstə qara bizə verməlidir ağ. Yəni, şəklimizin bu hissələri ağ olmalıdır. Biz buna uyğun olaraq D variantını silə bilərik və Y variantını silə bilərik. Növbəti olaraq baxaq. Ağ üstə qara bizə verməlidir qara. Yəni, bu hissəmiz qara olmalıdır. Buna uyğun C variantını silə bilərik. Daha sonra bu hissəyə baxaq. Ağ üstə ağ bizə verməlidir ağ. Deməli, A variantında bu hissə olmalıdır. Səhvdir, yerdə qalacaq. Düzgün cavab variantı B variantı. 88 nömrəli sual Bunker sualıdır. Bunkerdən hərəkətə başlayan kürələr göstərilən maneəyə dəydikdə say olaraq yarıya bölünür. Deməli, Bunkerdə nə qədər top varsa, bu toplar hər dəfə maneəyə dəyəndə bərabər olmaqla yarıya bölünürlər. Bunkerdə 32 ədəd kürə var. 32 ədəd kürə axırda bu boşluqlara dolanda say olaraq neçə qalacaq, biz onu tapmalıyıq. Baxırıq ki, Bunkerdən kürələr hərəkətə başlayanda bu maneəyə dəyəndə 32 yarıya bölünür. 16 olmalı. Növbət davam eləyib bu 16-dan. Dəyir maneəyə 8 və 8 olmaqla yarıya bölündü. Buradakı 16-da maneəyə dəyəndə 8 və 8 olmaqla yarıya bölündü. Növbəti buradakı yenə 8 aşağı doğru hərəkət edir. Maneəyə dəydiyi zaman 4, 4. Bu 8 ilə 8-in cəmi bizə 16 vermişdi. Həmin 16 yenə maneəyə dəyəndə 8 və 8 olmaqla bərabər hissəyə bölünür. Burada verilən 8 maneəyə dəyəndə 4 və 4 olmaqla bərabər hissəyə bölünür. Davam eləyək yenə bu hissədən. Buradakı 4 top aşağı doğru hərəkət edəndə maneəyə dəyəndə 2 və 2 olmaqla bərabər hissəyə bölünür. Buradakı 8 və 4-ün cəmi 12-dir. 12 kürə maneəyə dəyəndə 6 olmaqla 2 yerə bölünür. Buradakı 8 və 4-ün cəmi də 12-dir. 12 kürə yenidən maneəyə dəyəndə 6 olmaqla bərabər olaraq bölünür. Buradakı 4 də maneəyə dəyəndə 2 və 2 olmaqla bərabər hissəyə bölünür. Növbəti yenə davam eləyir buradakı 2-dir. Bu 2 aşağı doğru hərəkət edir və heç maneəyə dəymir. Deməli, 2 top elə buradan hərəkət edərək birinci xanaya yerləşir. 6 və 2 cəm olaraq 8-dir. 8 kürə yenə aşağı doğru hərəkət edir. 4-ü burada, 4-ü burada. Digər tərəfdən 6 üstə 6, 12. 12 kürə hərəkət edir, maneəyə dəyir. 6 burada, 6 burada.
Növbəti yenə 6 üstə 2 8. 8 kürə maneəyə dəydiyi zaman 4 və 4 olmaqla bölünür. Buradakı 2 kürə də yenə maneəyə dəyir, 1 və 1 olmaqla bölünür. Deməli biz buradan tapırıq ki, birinci xanada 2 ədəd kürə var. Buna uyğun olaraq D variantını atarıq. İkinci xanada 4 ədəd kürə var. B variantını, C variantını atarıq. Üçüncü xanada 4 üstə 6 10 ədəd kürə var. Dördüncü xanada 10 ədəd kürə var. Beşinci xanada 4 üstə 1 5 ədəd kürə var. Biz Y variantını ataraq düzgün cavab variantımız qalacaq, elə A variantı. Daha sonra 89 nömrəli suala baxaq. Deməli, birinci və ikinci şəkli üst-üstə qoyduğumuz zaman aldığımız fiqur, üçüncü şəkli və cavab variantından birini üstə qoyduğumuz zaman alınan fiqura bərabərdir. Bunu tapmaq üçün biz əksi olan hissələri tamamlamalıyıq. Gəlin o zaman şəkilləri nömrələyək. Biz burada yalnızca üçüncü şəklin üzərində işləyirik. Birinci və ikinci şəkildə nələr varsa, üçüncü şəkildə onlar yoxdursa, biz həmin çatışmayan hissələri ora çəkməliyik. Baxırıq ki, bizim birinci şəklimizdə belə deyək, qövsvari işarə var. Biz bu hissəni bura çəkək. Növbəti olaraq baxırıq ki, belə bir xəttimiz də var, aşağıdan yuxarıya doğru. Bu şəkildə olan xətti də çəkdik və bunu çəkə-çəkə də cavab variantlarını ata bilərik. Növbəti olaraq, deməli, sağ tərəfdən baxırıq ki, belə bir əyri xətt çəkilib. Bu xətti də çəkirik eynən. Aşağıya doğru verilən xətt burada zaten var. Bu balaca hissələr burada zaten var. Biz bu çəkdiyimizə uyğun olaraq gəlin baxaq görək cavab variantı ata bilirikmi? Məsələn, baxan kimi C variantını əslində ata bilərik. Çünki biz ümumiyyətlə vuracağımız variant bizim bu fiqurun üzərində çəkdiyimiz variantlardır. Amma diqqətlə baxsanız, baxın, bu hissə bizə sualın özündə verilib. Amma C variantı da bu hissəni yenə çəkiblər. O, onsuz sualın özündə var. Yəni, təkrar olaraq çəkməyə ehtiyac yoxdur. Ona görə C variantı səhvdir. Daha sonra baxaq ikinci şəkildə. Nə var? Bizdə yoxdur. Çatışmayanları çəkirik. Baxırıq ki, buradan belə bir əyri hissə var. Bunu çəkdik. Yuxarıdan belə bir əyri hissə də var. Bunu da çəkdik. Diqqətlə baxsanız, buradan bir dairə tamamlandı. İndi gəlin baxaq, biz bu dairənin yalnızca bu hissəsini çəkmişik. Aşağıda sağ, aşağıda göstərilən yerini çəkməmişik. A variantı ödəyir həmin dairəyə görə, B variantı da ödəyir, Y variantı da ödəyir. Amma diqqətlə B variantına baxsanız, biz buradan belə bir hissə çəkmişik, amma B variantı da həmin hissə əksi idi. Deməli, B variantı səhvdir. Daha sonra baxaq nə ilə davam edə bilərik. Məsələn, bizim fiqurumuzun bu hissəsindən belə bir çıxıntı var. O zaman biz buradan belə bir çıxıntını çəkməliyik ki, o zaten verilib sualda. Çəkdiyimizə uyğun olaraq zaten görürük ki, düzgün cavab variantımız D-dir. Amma üç variantlar arasında qalmışıqsa, gəlin variantların arasındakı fərqlərə baxaq. Məsələn, baxırıq ki, Y variantında belə bir çıxıntı verilib. Bizim öz şəklimizdə bu çıxıntını sualın özündə veriblər. Yəni, biz onu çəkməli deyilik. Y variantı həmin məntiqə görə səhvdir. A variantında da burada verilən hissə, burada verilən çıxıntı yenə bizə sualın özündə verilib, amma A variantı yenidən çəkilib. Deməli, bu da səhvdir. Düzgün cavab variantımız olacaq D variantı. 90 nömrəli sualdan davam edək. 90 nömrəli sualda yazılıb ki, verilmiş sözlərin 4-ü bir-birindən mənaca əlaqəlidir. Digərlərindən fərq olan sözü seçin. Deməli, dəf, qaval, nağara və baraban zərb musiqi alətləridir. Amma balaban isə nəfəsli musiqi alətidir. Ona görə də düzgün cavab variantımız, yəni fərqli olan düzgün cavab variantımız C variantıdır. 91 nömrəli sual tərəzilərlə bağlı maraqlı sualdır. Yazılıb eyni fiqurların eyni, fərqli fiqurların isə fərqli bir rəqəmli ədədlərlə ifadə olunan seçkilərə uyğun gəldiyini və tərəzilərin vəziyyətini nəzərə alaraq fiqurların ifadə elədiyi ədədləri müəyyən edin və sual işarəsi əvəzinə uyğun olan variantı yazın. Deməli, biz burada düzgün cavab variantını seçmək üçün diqqətlə nəyə baxmalıyıq? Gəlin başlayaq. Bir rəqəmli ədədlər yazmalıyıqsa, şimdi ədədlərimizi qeyd edək və diqqətli olmalıdığımız hissə hardadır? Biz bilirik ki, çox olan hissədən başlayırıq və çox olan hissəyə kiçik verə biləcəyimiz daşları veririk. Yəni, demək istədiyim odur ki, biz buradan başlasaq, ən kiçik daşlarımız 1, 2, 3-dür. Biz bu ədədləri yazsaq 2, bir də 3. Bunların cəmi bizə verəcək 10. Bu hissə ondan daha ağır fiqur olmalıdır. Biz də bilirik ki, bir rəqəmli ədəd yazmalıyıqsa, deməli ondan daha ağır fiqur yaza bilmərik. Deməli, bu yazdığımız hissə səhvdir.
Və baxırıq ki, burada bizə rəqəm deyil də bir rəqəmli ədədlər yazılıb. Yəni bu o deməkdir ki, həm tərəzinin tarazlığında uyğunsuzluğun olması, həm bir rəqəmli ədədlərin olması bizə onu göstərir ki, biz tərəzinə sıfırı da əlavə eləməliyik. İndi gəlin daha düzgünlə baxaq. Deməli, burada məsələn, çox olan hissəyə sıfırları yazsaq, daha sonra romların yerinə 1 yazsaq və üçbucağın yerinə 2 yazsaq, bu cəm olacaq 4. Bizim 4-dən daha ağır daşımız 5, 6, 7, 8, 9 və s. ola bilər. Digər tərəfdən gəlirik bu hissəyə. Romların 1 olduğunu bilirik. 4 dənə birin cəmi 4. Biz 4-ün üzərinə elə bir ədədi gəlməliyik ki, həm 4-dən ağır olsun, həm də 4-ün üzərinə o ədədi gələndə yenə bir rəqəmli ədəd olsun. Deməli, buradakı həmin ulduz 5-i ifadə edəcək bizim üçün. Həqiqətində baxırıq ki, 5 bu cəmdən daha ağırdır. Digər tərəfdən 5-in üzərinə buradakı 4-ü gəldiyimiz zaman üçbucağın qiymətini tapırıq ki, 9-a bərabərdir. Deməli, istifadə edədiyimiz ədədləri silək. 0, 1, 2, 5, 9. Gəlirik aşağıdakı tərəzilərə. İlk növbədə başlayaq buradan. Baxırıq ki, 2 ədədin cəmi bizə 3-cü ədədi verir. Gəlin əlimizdə olan daşlara baxaq. Hansı ikisinin cəmi bizə 3-cüsünü verə bilər? Baxırıq ki, 3, 4 və 7 var. Deməli, bu hissə 7-yə bərabərdir. Bu daşlardan biri 3-dür, biri isə 4-dür. Hansının 3 və yaxud hansının 4 olduğunu hələ ki bilmirik, amma digərini də müəyyən edə bilərik. Biz bu hissəyə baxırıq. 3, 4 və 7-dən də istifadə elədik. Əlimizdə qaldı 6, 8. Bir də buradakı romb ya 3-dür, ya 4-dür. Bunu gedişatda müəyyənləşdirərik. 6 və 8-in uyğunluğunu qurmaq üçün biz ulduzlara 8 versək, bunlara 6 versək. Bu hissə olacaq 16, bu hissənin cəmi 12-dir. Biz 12-nin üzərinə girək rombun qiymətini, yəni 4 gələk ki, həqiqətində 16 16-ya bərabər olsun. Yerinə rəqəmlər qoymaqla bütün daşları tapdıq. Cəmi tapmaq üçün bizdən birinci üçbucağın qiyməti, üzərinə rombun qiyməti, daha sonra kvadratın qiyməti, dairənin qiymətini gəlirik. Aldığımız cavabdan 5-i çıxırıq. Üçüncü cavab variantımız bərabərdir 11-ə. Daha sonra 92-ci sualdan davam edək. 92-ci sualda yazılıb ki, 3 üstü 291 ədədinin sonunun hansı rəqəmdən bitdiyini müəyyən edin. Biz ümumiyyətlə rəqəmlərin sonunun hansı ədəddən bitdiyini müəyyən etmək üçün üstü qüvvət verilən ədədləri, yəni 291-i 4-ə bölməliyik. 4-ə bölməkdə məqsədimiz ondan ibarətdir ki, üstü qüvvətlər 4 həddən bir təkrarlanır. Ona görə də həmin sonluğu 4-ə bölməklə tapa bilərik. 29-un içərisində 4 var. 72 dəfə. Deməli, qalğımız da olacaq 3. Deməli, qayda bundan ibarətdir. Əgər qalğımız 1 olarsa, biz A üstü 1 hesablayırıq. Qalğımız 2 olarsa, A üstü 2-ni hesablayırıq. Qalğımız 3 olarsa, A üstü 3 hesablamalıyıq. Yəni, qalğımız 3-dürsə, biz A deyəndə bu ədədi nəzərdə tuturam. 3 üstü 3 ədədinin sonunun hansı ədədindən bitdiyini tapırıq. 3 üstü 3 27-dir. Sonu 7 ilə bitirsə, deməli bizim 3 üstü 291 ədədimizin sonu 7 ədədi ilə bitəcək. Növbəti olaraq gələk 93-cü məsələyə. Deməli, yazaq burada Kənanın adın. Bir də yazaq Kamalın adın. Bir nə yazaq? Kənanda fərz edək ki, x ədəd kitab var. Kamalda da y ədəd kitab var. Yazılıb ki, Kənan Kamala dedi. Sən öz kitablarından birini mənə versən, mənim kitablarımın sayı səninkindən 2 dəfə çox olar. Baxın, Kənan deyir ki, Kamal öz kitablarından birini Kənana versə, Kamal öz kitabını verirsə, deməli Kənanın kitabının sayı artır. Əksinə, Kənanın kitabının sayı artırsa, Kamalın kitabının sayı azalır. Kənan deyir ki, əgər Kamal ona bir kitabı versə, mənim kitablarımın sayı, yəni Kənanın kitablarının sayı Kamalın kitablarının sayından 2 dəfə çox olar. Yəni, burada verilən ədəddən 2 dəfə çox olar. Biz də bilirik ki, burada az olanı bizə verilən rəqəmə vurmalıyıq. Bizim birinci tənliyimiz bundan ibarətdir. Növbəti olaraq, Kamal isə ona belə cavab verir. Sən öz kitablarının 6-sını mənə versən, kitablarımızın sayı bərabər olar. Baxın, Kamal deyir ki, Kənan öz kitablarından 6 dənəsini ona versə, Kənan kitablarını əgər verirsə, bu demək ki, Kənanın kitabı azalar. Əksinə, Kamalın kitabı artar.
Bu şəkildə olsa kitablarının sayı bərabər olar. Bizim əlimizdə 2 dənə tənlik var. Bu 2 dənə tənlikdən əvəzləmə aparmalıyıq. Gəlin aşağıdakı tənliyi həll edək, sonra yuxarıda yerinə qoyaq. X və Y-i bir tərəfə keçirsək, X bərabərdir. 6-nı digər tərəfə keçirsək, alırıq Y üstəgəl 12. X-in qiymətini Y-nə ifadə edəndən sonra gətirib yuxarı yerinə qoyuruq. Biz yuxarıdakı tənliyi sadələşdirək ilk növbədə. X plus 1 bərabərdir. 2Y çıxılsın 2. Buradakı X-in yerinə X-in açıqlamasını, yəni Y plus 12-ni yazsaq, 1 bərabərdir. 2Y çıxılsın 2-yə. Və bu tənlikdən də alırıq ki, Y üstəgəl 13 bərabərdir. 2Y minus 2-yə. Y-in qiyməti bərabərdir 15-ə. Bizdən də Kamalın kitablarının sayı tələb olunur. Kamalın kitablarının sayını Y-nə ifadə eləmişdik. Deməli, Kamalın kitablarının sayı bərabər olacaq 15-ə. Növbəti olaraq 94 nömrəli sualla davam edək. 94-cü sualda bizə şəkillər verilib və şəkillərə uyğun müəyyən rəqəmlərin uyğunluğu verilib. Yəni, buradakı fiqurları hansı rəqəmləri ifadə elədiyini tapmalıyıq. Bunu tapmaq üçün baxırıq, bu arada sıralama pozulmadan, baxırıq ki, birinci fiqurda nədən 3 dənə varsa, ikinci fiqurdan da həmin şeydən 4 dənədir. Gəlin, axtaraq hansı fiqurdur. Deməli, birinci fiqurda baxırıq ki, 3 dənə paralleloqram var. İkinci fiqurda 4 dənə paralleloqram var. Başqa belə bir fiqur varmı ki, birincisində 3 dənə, ikincisində 4 dənə olsun? Belə bir fiqur yoxdur. O zaman deməli bizim birinci fiqurumuz paralleloqram olmalıdır. Baxaq, özümüzdə paralleloqram neçə dənədir? Cəmi 4 dənə. Deməli, sıralamamızın birinci rəqəmi 4-dür. Keçək ikinci sütuna. Birinci fiqurda həmin şeydən 4 dənədir. İkinci fiqurda isə həmin şeydən 3 dənədir. Diqqətlə baxsaq, bu trapesiyadır. 1, 2, 3, 4 dənə trapesiya buradadır. 1, 2, 3 dənə trapesiyası ikinci fiqurdadır. Buradan baxırıq ki, 1, 2, 3, 4 ədəd trapesiyamız var. Deməli, sıralamamızın ikinci rəqəmi 4-dür. Üçüncü olaraq, birinci fiqurda nədən 4 dənəsi, ikinci fiqurda həmin şeydən 5 dənədir. Gəlin onda baxaq, məsələn, dairələrə. 1, 2, 3, 4 ədəd burada dairə var. 5 ədəd isə ikinci fiqurda dairə var. O zaman öz fiqurumuzdakı dairələrin sayına baxsaq 4-dür. Buraya yazırıq 4. Növbəti olaraq baxaq bu hissəyə. Birinci fiqurda həmin şeydən 3 dənədir, ikinci fiqurda isə yenə 3 dənədir. Sayıları bərabər olanlar nələrdir? Bizim kvadratlarımız qalıb. Deməli, birinci fiqurda 1, 2, 3 dənə kvadrat var. İkinci fiqurda da 1, 2, 3 dənə kvadrat var. O zaman öz şəklimizdə neçə dənə kvadrat var? 1, 2, 3, bir də bu böyük hissə 4 dənə. Bunu da tapdıq. Qaldı sonuncu hissəmiz. Sonuncu olaraq biz hansı fiqurdan istifadə edəməmişiksə, onları da tapa bilərik düzgün cavabı. Ya da baxaq, birinci fiqura nədən 4 dənədir, ikinci fiqura da həmin şeydən 4 dənədir. Diqqətlə baxsaq, bu üç bucaqdır. Birinci fiqurda 4 dənə, ikinci fiqurda 4 dənə, bizdə üç bucaqların sayı 1, 2, 3, 4, 5 dənə. Deməli, düzgün sıralamamız bu şəkildə olacaq. Son olaraq davam edək 95 nömrəli sualına. 95 nömrəli sual qutu şəklidir və biz bura 1, 2, 3, 4 ədədlərini elə yazmalıyıq ki, böyükdür və kiçikdir işarələrini riayət edək. Deməli, başlayaq hansı sətirdən? Üçüncü sətirdə baxırıq ki, 3 kiçikdir bu damadan və biz bilirik ki, 3 yalnızca 4-dən kiçikdir. Digər tərəfdən nəyə baxa bilərik? Biz bu sütunda bilirik ki, 4 var. 1, 2, 3 eksikdir. Baxa görə 1 hara yaza bilərik? Məsələn, biz bu xanaya heç vaxt 1 yaza bilmərik. Çünki 1 hansı xanadan böyük deyil. Eyni şeyi B üçün də deyə bilərik. Biz B-nin yerinə heç vaxt 1 yaza bilmərik. Çünki 1 nədənsə böyük deyil. Deməli, 1-i yalnızca biz burada verilən damaya yaza bilərik. Digər tərəfdən, ikinci sətrə baxsaq, 3 kiçikdir buradakı damadan. Daha doğrusu, 3 böyükdür buradakı damadan. Yəni, bu dama 3-dən kiçik olan bir ədəddir. Biz də bilirik ki, 3-dən kiçik olan ədədlərimiz 1 və 2-dir. 1-dən istifadə eləmişik deyə 2-ni buraya yazarıq. Sətir özü tamamlamaq üçün C-nin yerinə 4-ü yazarıq. Digər tərəfdən, 3-cü sətirdə 4 və 3 verilib. Biz 1 və 2-ni yazmalıyıq. A-nın yerinə heç bir halda 2 yaza bilmərik. Çünki sütun üzrə təkrarlanma ola bilməz. A-nın yerinə qeyd elədik 1-i. Növbəti olaraq, baxaq məsələn bu sütuna. Bu sütunda 1 və 2 var. 3 və 4 eksikdir. Biz 4-ün yerinə heç bir halda D-nin yerinə heç bir halda 4 yaza bilmirik.
Çünki D-nin yerinə 4 yazdığımız halda 4 hansı xanadan kiçik olmalıdır? 4 rəqəmi burada verilənlərin heç birindən kiçik ola bilməz. Ona görə 4-ü qeyd eləyək bura. D-nin yerinə avtomatik qalacaq 3. 3 kiçikdir burada verilən damadan. 3 bilirik ki, yalnızca 4-dən kiçikdir. Sütun üzrə 1 əksidir. Sətir üzrə burada 4 və 1 var. 2 və 3 əksidir. Biz bu damaya heç bir halda 3 yaza bilmirik. Çünki sütun üzrə 3 var. Artıq qaldı B-ni və digər xananı tapmaq. Sütun üzrə burada əksi olan, yəni B-ni yerinə yazmalı 2-dir. Sonuncu sütunda da əksi olan yalnızca 1-dir. Bizə qeyd olunub ki, B, A, D, C sıralaması nədədləri düzün. Baxırıq ki, B-nin qiyməti 2-yə bərabərdir. A-nın qiyməti 1-ə bərabərdir. D-nin qiyməti 3-ə, C-nin qiyməti də 4-ə bərabərdir. Yəni düzgün cavab variantımız olacaq bu şəkildə.